Deməli, buradakı mövzular nədir? Trigonometrik funksiya, tənliklər, fəzada düz xətlərin müstəvilərin qarşılıqlı vəziyyəti, sevmədiyim dərslər hamısı. Amma mən trigonometriyanı həndəsədən yaxşı bilirəm. Həndəsəni başa düşməm, trigonometriyanı başa düşürəm amma. Həndəsə ümumiyyətcə mən çatmır, nə olan şeydir. Başlayaq bura. Deməli, birinci sualdır. Bir dənə sinusun ümumiyyətcə tərifindən başlayaq. Ümumiyyətcə qayda tipli getmək istəyirəm ki, hər şeyə baxın burada. Sinus bizdə nəyə deyilir? Bir dənə vahid çevrə varsa, bu çevrədəki bizim x koordinatımızın bunun radiusu olan nisbətinə deyirlər. Yəni bu x koordinatı da bizdə vahid çevrənin üstündə belə bir şeyə dönür. Bir dəqiqə telefondan səsini qısım. Görüntü gəlir, gəlmir onu yoxlamaq üçün telefondan da baxıram. Aha. Deməli, bizdə buradan baxırıq deyə, buradan baxırıq. Əslində qalanda bu rx, y-dir bunların hamısı. Rx, y belə demək olar. Ya da vahid çevrə deyirik, onsuz bunları belə bir kimi götürə bilərik. Onun nisbət eyni qalacaq hamısında. Burada sinusun bizdə görüntüsü bu alfa bucağıdırsa da. Sinus alfanın görüntüsü həmişə belə olur. Bir qarşıdakı, onsuz da bizdə nədir? Buna r deyə elə birbaşa yazaq. Bu qarşıdakı bizdə olacaq y. Bunun y-in r-ə nisbətidir. Avtomatik olaraq belə bir dənə nəticə var ki, bu eyni y mən 2 yerdə görürəm. 2 yerdə görürəm. Yəni mən bir bucağın üstünə təzədən buradan 180 çıxılmışını gəlsəm eyni şey alıram. Yəni bu 180 çıxılmış 60 dərəcəyə ekvivalent olduğuna görə indi 60 dərəcənin sinusunu tapmaq lazımdır. Gəlin onu hesablamağa çalışaq ki, 60 dərəcənin sinusu nədir? 60 dərəcəlik bir dənə buradan bucaq ayırsam mən, buradan bir 90 dərəcəni gətirməyə çalışsam. İsbat eləməyə çalışaq ki, həqiqətən 30, 60, 93 bucağı var bizdə. Belə bir şey isbat eləməyə çalışaq. Bunu eləmək üçün əslində qalanda 30 dərəcədən götürmək daha rahat olur. 30 dərəcədən belə ayırsaq, onsuz da biz bilirik ki, bu 30 dərəcədirsə, bu da 30 dərəcədirsə, bu bizdə r-dirsə də, bu r-dirsə də, bu həm də bizdə median, həm də perpendikulyardır, çünki tənbələn olduğuna görə r bölünmüş 2-dir. Deməli, bu 60-ın qabağı qalır. 60-ın qabağında onsuz sinusdan eyni məntiqi gətirəcək onsuz da. Onda 60 dərəcə üçün mən bunu ayırmış olsaydım, 60-ın qabağındakı hissəm, mən bu hissəmdən söhbət gedir. Bu neçəyə gəlib düşməli idi? Məntiqlə düşünməyə çalışaq da. Bu bizdə r-dir. Bu r bölünmüş 2-dir. Avtomatik olaraq orada kökdə 3 ilə olmalıdır ki, r çıxsın. Deməli, 60-ın qabağındakı bizdə olacaq kökdə 3 bölünmüş 2 r-dir. Burada yenə 30 var. Bunun qabağında bizdə olacaq r bölünmüş 2, burada deyil. Deməli, sinus bunun buna bölünmüşündən nəyə alacam mən? Kökdə 2 bölünmüş 3. Yəni, buradakı hissəm, əslinə qalanda mənim, bu hissəm, kökdə 3 bölünmüş 2-dir. Bunu yazmaq asan. Sonraki hissəyə baxmağa çalışaq. Burada indi kosinusdakı vəziyyət biraz fərqlidir. Kosinusdakı vəziyyətdə belə eləməyəcək göstərək də. Kosinus bizdə eyni şeydə x bölünmüş. Yəni x qaydına kosinus alfa bərabərdir, bu alfa bucağıdırsa da. X bölünmüş r-ə təkabül eləyir. Bu da x olsun, bu da y olsun. Avtomatik olaraq x-in müsbət qaldığı yerlərdə müsbət qalır. X-in müsbət qaldığı yerlərdə müsbət qalır. İndi 225 dərəcə bizdə hara düşür? 225 dərəcə. Bu 0-dır, 180-dir, buradadır bu 225 dərəcə. Burada bir 45 dərəcəlik ayırmışım. 45 dərəcəlik ayıranda, buradan ayırdığım bu 45 dərəcə ilə bu mənfisini götürür. Yəni, bu 45-in mənfisini görməlidir. Onsuz da 45 dərəcə ilə 90 dərəcəlik bir yerə ayıranda mən bilirəm ki, burada da 45 dərəcə qalır. Buradakı tərəf adsa da, buradakı adsa da bu a kök 2-dir. Avtomatik olaraq bu tərəfin koordinatı bizdə mənfidir, buradakı aralıqdan söhbət gedir. Buradakı mənfidir. Onda belə çıxır ki, kosinus 225 dərəcə mənim nəyə bərabər olmalıdır? Mənfi a bölünmüş a kökdə 2-yə. Oradan da tapıram ki, çıxılmış 1 bölünmüş kökdə 2-nə. Onda belə yazmaq yerinə aşağını yuxarını kökdə 2-yə vurub belə də yazmaq olar. Aşağıda tangens 30-u tapmaq lazımdır. Tangens 30 ümumiyyətcə nə demək? Tangens alfa bərabərdir bizdə y bölünmüş x-dir. Yəni çevrədəki qarşıdakının bitişiyə nisbətindən söhbət gedir. 30-u tapmağa çalışsa, onsuz da bundan qabaq 30, 60, 93 bucağını əldə eləmişik biz. Burada eləyəcəyimiz nə olacaq? Burada bizdə olacaq bu x-dir, bu y-dir. Avtomatik olaraq burada 30 dərəcə olanda bayaqlar dedik ki, bura düşürdü r bölünmüş 2, bura düşürdü kökdə 3 bölünmüş 2r, burada da r qalırdı. Bunun tangensi bizdə nəyə düşəcək avtomatik olaraq? Bunu buna bölmək lazımdır. Yuxarıda alınacaq 1 bölünmüş 2, burada da alınacaq kökdə 3 bölünmüş 2. İkilər bir-birini aparacaq, 1 bölünmüş kökdə 3 qalacaq. Yəni, sual gəldi, döndü buna. Yəni, addım-addım gedək də.
Sual gəldi dondu. Buna 1 bölünmüş kökdə 3-ə. Düzdür. Yuxarılara da ortaq məxrəcə gətirsək, bu belə çıxsa, bunu yuxarıya vuranda eləyir 3 çıxılmış kökdə 6. Bu da aşağıya düşəndə 2-nin özüdür. Bu 2 də ortaq məxrəcə eləyəndə 1-dən 2 qalır. Cavab variantlarından C variantı. Asandır. Gəldik bura. Deyir, ifadələrindən normalda olsa cədvəl falan əzbərləmək asandır. Sadəcə olaraq addım-addımla getməyə çalışaq ki, nə var, nə yoxdur, onu da gözləməyək. Ya da normal bir dənə üçbucaq da qurub eləyə bilərsiniz. Çevrə qurmağa ehtiyac yoxdur. Deyir, ifadələrindən hansıları doğrudur? Tangensdə ümumiyyətlə bəyaları nədir? Sinus x düzsəm, sinus alfa bərabərdir bizdə y bölünmüş yerdir. Kosinus alfa bərabərdir bizdə x bölünmüş yerdir. Tangens alfa bərabərdir bizdə y bölünmüş x-dir. Kotangens alfa bizdə bərabərdir x bölünmüş y-dir. Gəlin üstünə getməyə çalışaq. Burada sinusun yerində. İndi bir dənə söhbət var. Pi bölünmüş 4-dən söhbət gedirsə, bax, buradayıq biz, bu aralıqdayıq. Aydındır. Pi bölünmüş 4-dən söhbət gedir. Bu aralıqdayıq. Birbaşa əvəzləyə bilərik əslində bu birinci ifadəni. Onda eləyəcək böyük olmalıdır deyir ki, tangensdə bu olmalıdır y bölünmüş x-dən. Bizdə radius olduğuna görə mümkün deyil ki, bu bir dəqiqə. Mümkün deyil də belə bir şey olsun. Siz niyə? Bunlar müsbət də bu damcısı x, y-zə. X-i bu tərəfə atsaz, bu deyir ki, yəni radius bizdə hipotenuza düşür. Hipotenuz bundan böyük olsun. Elə şey ola bilməz. Mümkün deyil. Yəni bu səhvdir. Ya da buna belə də baxmış ola bilərdiniz. Sinus alfa böyüdür deyir ki, sinus alfa bölünmüş kosinus alfadan. Düzdürmü? Hamısı müsbətdir deyə ixtisar eləsəm heç bir şey qalmayacaq. Onda siz burada deyirsiniz ki, kosinus alfa böyük olmalıdır birdən. Bu aralıqda da 1 ala bilməz. Yəni cədvəl əzbər bilirsinizsə. Məntiqsizdir. Tangens yenə eyni söhbətdir. Tangens, kotangens də buradan fikir versiyası da 1 o 1-nin 1 bölünmüşdür. Ya da buradan da qeyd eləmək olar ki. Y bölünmüş x, burada deyir ki, böyükdür x bölünmüş y-dən. Burada tabi da y-in kvadratı, burada x-in kvadratı. Bir dənə şey tutmaq lazımdır ki, bu 45 dərəcəyə qədərki hissədən söhbət gedir. Bu 45 dərəcəyə qədərki. 45 dərəcədə gəlib buna bir-birinə bərabər olur. 45 dərəcədən balaca hissələrdə böyük bucaq burada qalır, ifadə edə bilirəm. Yəni sizin x-iniz y-inizdən böyükdür. X y-dən böyükdür. Deməli bu da səhvdir. Bir daha izah eləməyə çalışıram. 45 dərəcədə bunlar bərabərləşir. Bu 45-dən balaca olan yerlərdə burada 45-dən balaca. Bu kiçik bucaq olur avtomatik olaraq. Bu böyük bucaq olur. Böyük bucaq qarşısında böyük tərəf durur. Ya da bunu fərqli bir formada da isbat eləmək mümkündür ki, siz deyə bilərsiniz ki, onsuz da ki 0-90 arasında bunların görüşmə yeri onsuz da pi bölünmüş 2-dədir. Deməli, kosinus buradan başlayır, sinus da belə gedir də. Tamam mı? Bunların görüşmə yerinə gedir, kosinus yuxarıdadır. Bu düzdür. Üçüncü. Bir dəqiqə, mən tangensdən danışırdım. Tangens kotangensdən böyük. Cədvələ baxsaq 0, 1 bölünmüş kökdə 3, sonra gəlir 1. Yəni, bura qədərə baxsaq kotangens onsuz da böyükdür. Yəni, cədvəllə də desəz eyni şeydir. Yəni, burayla sadəcə olaraq çevrənin içərisindən getməyini izah eləmək istəyirəm. Salam Banuçi. Как делишки? Нормально, siz necəsiniz? Eləyəməsəm kömək elə. Kosinus da bizdə nədir? X bölünmüş. Ay Allah, nə şirinsə. Deməli, burada bizdə x bölünmüş y qalır. İndi bir dənə söhbət var axı. Biz bilirik ki, r bizdə hipotenuzdur, düzdür. Bu belə gələndə y bilirik ki, hipotenuz böyükdür, bu düzdür. Heç cədvəlsiz atsız gelirik də burada. Onda 3-4 bizdə qalır D variantı. Bunların hamısını isbatını eləyə bilirsən sən. Nəyin? O trigonometrik düsturların hamısını. Mən elə eləməmişim, anarsan yenə kimi. Hamısını, baxın belə əzbər bilmirəm, amma belə Mən çıxararam. Gəl yoxlayaq da, bax, axıra qədər çıxarda biləcəyik hələ. Bunları verib, düstur əzbər bilmədən girməyə çalışsam bunu eləyərəmmi? Onsuz da ki, bu 90 dərəcə verdiyinə görə bu da təzədən alfadır, bu da təzədən betadır. Burada onsuz da ki, bu ortaqdır deyə betanın gördüyü buna h deyilər. H-ın o biri betanın gördüyünə nisbəti, o biri tərəfdə bizdə nə var? Bunu görən bizdə alfadır, onda alfa ilə girəcək. Bu alfanın, yəni kökdəkinin, bu alfaya, yəni h-a nisbəti, o da bərabərdir, bu h da bərabərdir bizdə 4-ə. Bizdən nə istəyir ki? H, S,
B. Deməli, tangens betanı istəyir məndə. Tangens beta da bizdə nə deməkdir? Deyir ki, tangens beta qarşıdakı katetin, yəni kökdə 8-in bitişik katetə nisbəti 4-ə. 8-də 4-ə bölünən neçə eləyir ki, oradan? Kökdə 2 bölünmüş 2 mi eləyir? Belə mi eləyir o? Səhv elədim elə biləm. Bir dəqiqə. Kökdə 8, kökdə 2, kökdə 2 bölü 2. Tangensta. Hə, bu h-ın kvadratı kökdə 16 deyə. H2-dir. H2-dirsə də burada kökdə 2 qalır sayıcı olaraq. H-ın kvadratı şeydir 4-dür. H-ın özü 2-dir. Gəldim bura. Deyir ki, tənliyinin kökləri. Onda bunu belə yazıq da. X-in kvadratı çıxılmış. 3 bölünmüş 2x üstə gəlinmiş. Tangens alfa bölünmüş 2 bərabərdir 0. Kökləri x1 və x2-dir. Bunu belə yazım. Onda belə eləyək də. x1 üstə gəlmiş x2 bərabərdir 3 bölünmüş 2-yə. Onda bu da buna bərabərdirsə, bu eləyir 3x2 bərabərdir 3 bölünmüş 2-yə. Onda x2-nin buradan tapıram ki, 1 bölünmüş 2-yə bərabərdir. Onda x1 bərabərdir 1-ə. O da özü deyil. İndi bunların hasili də buna bərabər olmalısa, 1 bölünmüş 2 bərabərdir. Tangens alfa vurulmuş 1 bölünmüş 2-yə. Tangens alfa da 1-i 45 dərəcədə görür. Ya da ki, burada baxsaq, x bölünmüş belə olmalıdır. Bura ilə bura bir-birinə bərabər olsun da. Və bunun da ikinci görülə biləcəyi yer eyni işarədə qalsın deyə burada ola bilər də. Bizə deyir ki, bucağının dərəcə ölçüsünü tapın. 45-lərdən biridir. Ya 45 olacaq, ya da ki, 180 gələ-gələ gedəcək. Pikalarda dəyişərdir. Növbətilərdə bizdə nələr var? Növbəti sual. Bir dəqiqə. Oxuya biləcəmmi? Məndə fizik olaraq da var. Arada götürüb oradan baxıram ki, çünki bir də görsən sualı oxuya bilməm buradan. Deyir ki, ABC üçbucağının CD təpəsindən üçbucaq müstəvisinə CD perpendikulyarı qaldırılmışdır. Tamam, bu qaldırılıbsa hamısına perpendikulyardır bu CD. Ona görə bu normal kimi yazıram bunu. Qaldırılmışdır. D-yə deyir ki, D-yə bu 2 imiş kitabda yazdığına görə. 5-dir. D-yə deyir AB-yə perpendikulyardır. Bu belədir. Bunu isbat eləməkdə olur ki, əslində bu da buna perpendikulyardır. Şey kimi baxanda alınır. Və məsələn, ya da elə getmir, dədə-baba qaydası ilə gedir. Bunu belə gətirək, bunu da buradan belə gətirək. Dəqiq bir görüntü əmələ gəlsin də. Piramida qurmağa çalışaq da orada. Mənə deyir ki, AES 2-dir, avtomatik olaraq bu da perpendikulyardır. Məndən D tərəfini istəyir ki, buna bir x-dir. Bu x isə də burada alınır kökdə x üstə gəlmiş 4. Bunun DS-nin özünü məndə neçə vermişdi? Kökdə 6 vermişdi. Avtomatik olaraq bu tərəfdə burada perpendikulyarlıq yaşandığına görə, onsuz bu aşağıdan söhbət gedir. Bu aşağıda da bunu əmələ gətirə bilsin deyə, burada bu aşağı xəttin özü bizdə olmalıdır. Kökdə x kvadratı çıxılmış 2 ki, bununla cəmlənəndə bu alınsın. Bir də bu tərəfə baxmağa çalışsam, bu x-dirsə də buradakı bizdə kökdə x kvadratı üstə gəlmiş 25 olur. Avtomatik olaraq bu aşağıdakı tərəfdə buradakı bir 90 dərəcədən kökdə x kvadratı üstə gəlmiş 19 imiş. İndi bununla burada da 7 var. Avtomatik olaraq nə əmələ gəlir? 49 bərabərdir x-in kvadratı çıxılmış 2 üstə gəlmiş x-in kvadratı üstə gəlmiş 19. 17-ni bu tərəfə atanda 32 mi eləyir? Bərabərdir 2x-in kvadratı. 16 bərabərdir x-in kvadratı. X bərabərdir 4-ə. Buradan tapdıq bunu. Ya da bunu belə də eləmək olar ki, bu onsuz görünən bir şey. Dostum, danışmaq istəsən danışarsın. Ya da bunu belə də eləmək olar yəqin ki, burada da bir 90 dərəcəli əmələ gəlir. Bu birbaşa görünə bilən bir şeydir. 90 dərəcəli əmələ gəlirsə, bunun kvadratı bunların hasilləri ilə belə deyək ki, əlaqələndirilə bilir. Əgər elə baxmağa çalışsaq. Onda bizdə 2-ni 5-ə vurub kökə salsaq, bu kökdə 10 eləyəcək. Kökdə 10 eləyir. Bunu da mənə onsuz da verib kökdə 6. Kökdə 10, kökdə 6, bu kökdə 16 eləyir. Buradan da 4 qalır. Belə də tapmaq olar. Sadəcə bunun bu perpendikulyar olmasını belədən isbat eləmək olur ki, həqiqətən perpendikulyardır ya yox.
bunun həqiqətən perpendikulyar olub olmadığını nə cür göstərmək olur? Bu buna perpendikulyardır. Bax, buradan söhbət gedir. Bunun üstünə qurulmuş üçbucaq, bunun üstünə qurulmuş üçbucaq. Belə çıxır ki, onun bura proyeksiyasına baxıram. Elə bilin ki, dəftərdən nə isə qaldırmışam da. Qaldıranda buradakı münasibət o kölgəsində ödənməlidir. Ona görə bu da perpendikulyar olur. Yəni bayaq çəkdiyimiz fiquru məntiqdə eyni şey işləyir. Gəldik bura, deyir, tənliyinin ən kiçik müsbət kökünü tapın. Belə eləyək onda. Hər tərəfi yarıya bölək. Bu eləyəcək kosinus 2x çıxılmış 15 dərəcə bərabər olacaq bizdə. Kökdə 2 bölünmüş 2-də bu eləyir kosinus 45 dərəcədir. Onsuz da bundan əvvəl də danışmışdıq da. Bu adsa da, bu adsa da, bu a kökdə 2 eləyir. Bunun buna nisbəti. Üstdən. Bunun buna nisbətidir. Oradan da biz alırıq ki, kosinus burada eləyəcək 45 dərəcə. Ən kiçik müsbət kökün əslində 45-də deyil tam olaraq. Bir buradadır, bir də buradadır. Yəni belə çıxır ki, müsbət 45-də və mənfi 45 dərəcədə mən eyni şeyi alıram. Yəni müsbət bu istiqamətə fırlatmaqdır, mənfi belədir. Və bunları təzədən üstünə gələndə, yəni 2x çıxılmış 15 dərəcə ya mənim 45 üstə gəlinmiş 2 pikada almalıyam mən bunu. Ya da almalıyam ki, buradan yazaq. 2x çıxılmış 15 dərəcə ya da almalıyam mənfi 45 üstə gəlmiş 2 pikada. Onsuz da bura gələndə 30 dərəcə eləyəcək. Təzədən yarıya böləndə 15 dərəcə eləyəcək. Yəni x bərabər 15 üstə gəlmiş pk. Burada da bizdə eləyəcək neçə? 30 idi o. Necə? 30 idi. 2 pk'nı da təzədən yarıya böləndə 30 düzdür. 60, oradan təzədən 30 bu düzdür. Bu bura gələndə x bərabərdir, biz neçə eləyəcək? Mənfi 15. Düz yazdım bu dəfə. Mənfi 30, oradan da 15 də düzdür, üstə gəlinmiş pk. Bu dəfə yazdım. İndi burada gedən prosesi bir dənə başa düşməyə çalışaq ki, deyir müsbət kökünü tapın və ən kiçikdir. Buna mən, gəl buradan başlayaq, bu rahat olacaq. Buna mən 0 versəm 30 çıxır, düzdür? 0 versəm 30 çıxır. Sonra arta gedəcək. Deməli, bunun başını buraxdıq. Çünki mənfi versəm, onsuz da azalacaq. Mənfi kök olur. Müsbət kökü hissəsindən gələndə bu böyük eləyir. Avtomatik olaraq 30 dərəcə qalır burada. Gəldik bura. Deyir ki, ABC bərabər tərəfli üçbucağının alfa müstəvisinə ortogonal proyeksiyası budur. İndi gəlin bunu tutuzulmağa çalışaq. Onda belə eləyək də. Bu bir mənim üçbucağım olsun. Onda bir fərqli bir rəng götürüm. Burada da bir bunun proyeksiyada görünən görüntüsünü izah eləmək istəyirəm. Onu necə eləyək ki, daha belə yaxşı alınsın. Belə eləyək də. Fərz eləyək ki, buradan bura qədər də bu hündürlükdür da proyeksiya kimi bir qıraqdan baxanda. Yəni normal çəkə biləcəm yox. Bunların arasındakı münasibət onsuz da ödənirdi, onsuz da ödənirdi. Bir dənə də əlavə buradan belə bir şey eləmək olar ki, deyək ki, bu bizdə belə idi, bu perpendikulyar idisə də bizdən tələb olunan nədir? Bizdən tələb olunan nədir? Bir dəqiqə. Buradan bura olan da bura perpendikulyar qalmalı. Yəni ümumi olaraq demək istədiyim budur. Biz buna h desək, h deyək də buna ABC üçün. Onda bu aşağıda alınanda bizdə h' olsun. H' olsun. Bunların arasında qalan bucağa da təzədən bunu elə öz qaydasına qalan. Buna alfa bucağı deyək. Onda bu 90 dərəcənin qabağındadır. Deyə məndə kosinus alfa bərabərdir. H' bölünmüş h-a da. Bu məntiqən düz gəlir. Və burada da onsuz da bu tərəf bunlar üçün eynidir. Yəni bu tərəfə mən nə bilim A tərəfi deyim, nə deyim? Eyni tərəfdir. Onda bu buradakı üç bucaq üçün, yəni S üçün bərabər 1 bölünmüş 2 vurulmuş A vurulmuş H-dır. S' üçün də 1 bölünmüş 2 vurulmuş A vurulmuş H'-dır. Onda mən yuxarını da aşağını da 1 bölünmüş 2 A-ya vurmuş olsaydım, belə alacaqdım ki, bu bunadır. Belə bir şey alınır da. Yəni belə çıxır ki, bu A idi, bu B idi, bu S idi. Bu aşağıdakında əslində A1, S dediyim şey A1 ilə bu eyni şeydir. Yəni fikri izah eləmək istəyirəm ki. Yəni bu tərəfdəki, yəni bizim A', burada 5'lik eyni, bir dənə S' fərqli qalır. Əslində yəni görüntü olaraq belə bir şey əmələ gəlir. Çünki nə qədər yuxarıda olur olsun, mən onu gətirib bitişdirib üstünə qoya bilirəm də. Nə qədər yuxarıda olmanın bir əhəmiyyəti yoxdur. Əgər perpendikulyar proyeksiya gətirilibsə, müstəviyə gətirib yapışdıra bilirəm də paralel olaraq. Onda bu gəlib birə-bir bu üst-üstə düşməlidir də məntiqi olaraq belə bir şey alınır. İndi
Ya da ki, kəsib keçmiş də ola bilər. O fərq eləmir. Müstəvi ilə elə bir münasibət qurmaq mümkündür yenə də. Bunu eləyəndən sonra deyir ki, ABC üçbucağı müstəvisinin alfa. Yəni mən belə bir şey tapıram ki, kosinus 60 dərəcəsi 60-da bundan əvvəl dedik ki, 1 bölmüş 2-yə gəlib çıxacaq da, düzdür bu. 1 bölmüş 2-yə gəlib çıxacaqsa, məndə belə çıxır, S ştrixin 2S ştrix məndə S-ə bərabər olmalıdır. Müstəvisinin əmələ gətirdiyi bucaq AB 4-dür. AB 4-dürsə də AB 4-dür. Bu tərəfim AB 4-dür. Yəni təxmini olaraq tərəflər arasındakı münasibətdən gətirməyə çalışaq. ABC üçbucağının sahəsini tapın. Bir dəqiqə uzatmayaq. ABC üçbucağının sahəsini tapın. Bunların sahələrin nisbəti bizdə nədir? 1-in 2-yədir. Düzdür? Sahələrin nisbəti 1-in 2-yədir. Bunlar da bərabər tərəfli üçbucaqlardır da burada deyib. Bərabər tərəfli üçbucaqlardırsa, AB tərəfimdə əgər mənim 4-dürsə də, AB tərəfim 4-dürsə də, buna deyək 4-dür. Bunun hündürlüyü nə əmələ gəlir bərabər tərəfli üçbucaqda? Bu məndə 4 isə 90 burada qalanda, 60 burada qalanda avtomatik olaraq yarısının kökdə 3. Deməli, burada eləyəcək, burada bunun sayəsi nəyə bərabər olmalı? Bu üçbucağın sayəsindən söhbət gedir. Bu üçbucağın sayəsi. 4 bulmuş bu, eləyəcək 8, 4 kökdə 3 budur. Bu 4 kökdə 3-dür. Aşağıda məndə var 4 kökdə 3-dür. Deməli, yuxarıda 8 kökdə 3 olmalıdır ki, ixtisar gedəndə qalsın B variantıdır. Bir dəqiqə düz yazmadım ya. H budur. H məndə 4 kökdə 3-dür. H məndə 4 kökdə 3-dür. 8 yox ya. Deməli, burada 2 qalım. 2 kökdə 3 tane düzəldi. İxtisar düz verməmişəm. Düzəldi mi? Hə. Yəni də. İndi gəldik bura. Bunu nə cür eləyə bilərik? Biraz fikirləşək. Kosinus 20 bu budur. Bir dənə şey var ki, onsuz da bizdə bu nədir? Məsələn, belə bir şey baxmağa çalışaq. Sinus onsuz da qarşıdakının buna nisbəti idi. Avtomatik olaraq mən bu betaya baxıramsa, bu betada məndə 90 çıxılmış alfadır da. 90 çıxılmış alfadır. 90 çıxılmış alfa da bu kosinusda bitişiyin bunadır. Avtomatik olaraq bizdə nə alınır? Kosinus beta bərabərdir sinus alfaya da. Onda bunun yerində mən yaza bilirəm ki, avtomatik, sinus da eynisini yaza bilərəm də. 1 üstə gəlmiş kosinus 20 dərəcə, burada da yaza bilərəm 1 çıxılmış kosinus 20 dərəcə. Bu düzdür. Bu ödəyir. Başqa bir şeyin istifadən vermək istəyirəm, çünki burada sonradan çox işlədəcəyik. Bir dənə çevrə təsəvvür eləyək də onda. Deyək ki, burada bir dənə çevrəm var, eyni məntiqlə gedəcəyik. Bu çevrənin üstündə nöqtə götürək, bu nöqtə. Bu nöqtəyə qədər ki, bucağı alfa bucağıdır. Avtomatik alfa bucağıdırsa da bunun koordinatı kosinus alfa. Buradan R də yaza bilərik, fərq eləmir. R kosinus alfa. Çünki bu R-dirsə də, bu qabaqdakı belə üzrdən kiçik hündürlük, yəni bu x koordinatı avtomatik olaraq məndə R kosinus alfa eləməli ki, böləndə o çıxsın. Buradan da eləyəcək R sinus alfa. Yəni, buradan bir dənə də beta qədər mən ayırmış olsam, bunun da koordinatı nəyə gəlib çıxacaq? R kosinus, buradan bura qədər fırlananda alfa üstə gəlmiş beta, R sinus alfa üstə gəlmiş beta. Düz yazdım. İndi buradan da eyni beta bucağını ayırsam, bu qədər ayırmış olsam, burada vəziyyət biraz fərqləşir. Bunun buradakı müsbətdir, bu eləyəcək R kosinus beta. Bu tərəfdəki, buradan götürəcək, o mənfidir artıq. Yəni, bu tərəfdə mənfi koordinatlardır. Mənfi R sinus beta olur. Bunu yazdıq. Bir dənə şey görünür ki, burada, o da nədir? Alfa üstə gəlmiş beta bir 3. Ben bu təpəni bu şəkildə götürsək, buranı. Düzdürmü? Sonra bir dənə də buna baxmağa çalışaq ki, buradakı üçbucağa da baxaq. Bunların hər tərəfi, bu R-dir, bu R-dir, bu R-dir, bu R-dir, bunlar eyni qalır. Bir dənə bu təpəni biz əlavə qeyd eləməliyik. Bu təpənin ümumi baxıram ki, nədir? Bunun koordinatı R-dir, Y-də 0-dir. Buna bu məsafələr eyni olmalıdır. Bax, bu məsafə ilə bu məsafə məndə eyni gəlməlidir. Birə-bir eyni məsafə olmalıdır. Onda o nətər yaza bilərəm? Gözümü ağrıtdı. Buradan bura qədər məsafə fərqi burada olacaq. R kosinus alfa plus beta çıxılmış R kvadratı. Üstə gəlinmiş. Elə bir ki, üçbucağı tamamlayıram da. Buradakı məsafə fərqi nə qədərdir?
Elə bunun kvadratını yazacağam. R-in kvadratı, sinusun kvadratı, alfa üstü gəlmiş beta. Bərabər olmalıdır. Buradakı məsafə fərqi hara qədər eləyir? Buradan bura. Deməli, R kosinus beta çıxılmış, R kosinus alfanın kvadratı üstə gəlinmiş. Üstə gəlmiş. Bu da ikisi də kökdə olmalıdır. Kökdə yazmam da. Bunun mən hansını yazıram bu dəqiqə? Bir dəqiqə. Mən hansını yazıram? R kosinus alfa beta R. Ha, bu buradadır. İndi bunu yazıram. R kosinus alfa kosinus beta. İndi bunu getdik. Hündürlük hardan haradır? Bizdə olacaq buradan mənfi R sinus beta çıxılmış R bunun kvadratı. Bunu açaq birinci. Bu dələcə R-in kvadratı, kosinusun kvadratı, alfa üstə gəlmiş beta. Sonra üstə gəlinmiş 2, üstə gəldi bu çıxdı. 2 R-in kvadratı, kosinus alfa üstə gəlmiş beta. Üstə gəlmiş məndə bir dənə R-in kvadratı, üstə gəlmiş R-in kvadratı, sinus alfa üstə gəlmiş beta. Sinus alfa üstə gəlmiş beta. Bərabərdir. Bərabərdir. Burada nə alınır? R-in kvadratı, kosinus kvadratı beta çıxılmış 2 R-in kvadratı, kosinus beta, kosinus alfa üstə gəlinmiş bunun kvadratı, R-in kvadratı, sinus betanın kvadratı. Düz açıram mı? Üstə gəlinmiş 2 R-in kvadratı, sinus beta üstə gəlmiş R-in kvadratı. Hı? Düz açdım. unutdunuz. Hə? Şeyi unutdunuz. Elə bil ki, ravnodan sonraki skobkanın kvadratı. Hansı ravno? Hansı ravno? Da onu. Bu, Niyə bu qoyduğunuzun kvadratı? bu, Hı. burada harda problem var ki? Hə, bu bunun kvadratıdır. Çıxılmış. Bunun buna hasili. Bu axırıncını yazmamışam, hə? R-in kvadratı, kosinus kvadratı alfa. Bunu yazmamışam, hə? Hı. Əla. Əla, əla, əla. Onda ki, belə eləyək də. Bizdə bunu ilə bu var. Amma məncə bu da müsbət olmalı idi. R-in kvadratı. Bunların şərsi məncə eyni olmalıdır. Nə təsdiq onu qarışdırmışam. Square eləmişəm, nə təsdiq yadım. Bilməm, baxarıq ona. Buradan onsuz da bizdə nə qalır? Bir dənə R-in kvadratı burada var. Razıyıq. Bu R-in kvadratı ilə bu R-in kvadratını apara bilərəm. Sonra orada eləyə biləcəyim nə var? R-in kvadratları getdi. R-in kvadratları getdi. Burada sinus kvadratı ilə bununla bu bizdə nə verir? Bu da bir dənə R-in kvadratını verir. Bununla da bunu apara bilərəm. Düzdür? Düzdürmü? Apara bilərəm. İndi burada da bir dənə söhbət var. Bundan da bu bizdə şey olur. Betadır ikisi də. O da bizdə bu 2-dir. 2-dirmi bu? 2-dir o. Orada 2-dir. 2 yox, o 1 olmalıdır deyəsən. O nəysə qarışdırmışam. Sizin iki ilə sər bir-birinə oxşayır deyə şey olur. Sən mənim xəttimdə o qədər mükəmməldir ki, orada mənim qarışdırmama ehtimalım da biraz şey olur. Aləmi qarışdırır. Bunlar gedəndə, orada mənim arada itirdiyim nəsə var. Kosinus. Gözlə. Bu bundan getdi, o R-lə getdi. Orada sinus mən nəsə qalmalıydı. Məsələn, sinus nəsə qalmalıydı, onu itirmişəm mən burada. Orada sinus. Sən bir dənə də bunu yazın, çünki mən çox qarışdırdım. Səliqəli yazım hərəsini ayrı-ayrılıqda, ondan sonra eləyərəm. Bir dənə də yoxlayaq, görək hamısını düz yazmışıq mı?
Deməli, buranın arasındakı məsafə haradan hara getməlidir? Eğer kosinus bir dəqiqə bundan başlamışdım da. Eğer kosinus alfa üstə gəlmiş beta çıxılmış bu eğerdir. Bunun eğer də bu koordinatı düzdürmü? Bu düzdür. Üstə gəlinmiş. Bizdə bu y koordinatı neçə eləyib? Eğer sinus alfa üstə gəlmiş beta çıxılmış bu. Elə bu qalacaqdı. Bu düzdür. Onda gəl birinci tərəfi açmağa çalışaq onda. Birinci tərəfi açanda r-in kvadratı, kosinus kvadratı bu eləyəcək alfa üstə gəlmiş beta çıxılmış. Bu bizdə eləyəcək 2 r-in kvadratı. Kosinus alfa üstə gəlmiş beta üstə gəlinmiş. Bir dənə də r-in kvadratı üstə gəlinmiş r-in kvadratı. Sinus buranı işləyirəm də hələ ki, bunu belə işləyirəm. Alfa üstə gəlmiş beta. Bu da kvadratla. Avtomatik olaraq bununla bu bizdə nəyi verir? R-in kvadratını verir. Bu deyilib 2 r-in kvadratı çıxılmış 2 r-in kvadratı kosinus alfa plus beta. Düz dedim. Kosinus alfa plus beta. Bu dəfə təmiz getdi. İndi bunu işləməyə çalışaq. Bax, görək oradan nə gəlir. Bu tərəfə baxıram. Bu birinci getdi. Bunu həll eləmişim. Buradan baxmağa çalışıram ki, eğer kosinus beta çıxılmış eğer kosinus alfa. Bu düzdür. İndi bu tərəfdə mənfi r sinus beta, burada sinus alfa da var da, niyə deməmişsən? Mən deyirəm də o düsturda sinus var, mən niyə sinus tapmıram burada? Sinus alfanın kvadratı. İndi düzəldi. Buranı açanda məndə alınır. R kvadratı, kosinus kvadratı, beta çıxılmış. Bizdə eləcə ikisinin asilini neçə eləyib? 2r-in kvadratı. Kosinus alfa, kosinus beta yazıram ki, belə ardıcıllıqla gedim. R-in kvadratı, kosinus kvadratı alfa üstə gəlmiş. R-in kvadratı, sinus kvadratı beta üstə gəlinmiş. 2r-in kvadratı sinus alfa sinus beta üstə gəlmiş r kvadratı sinus alfa. Düzdür? İndi bir dənə söhbətə baxaq. R kvadratı kosinus beta, R kvadratı sinus beta buradadır. Buradan bir dənə R gəldi. Buradan da 2r'im gəldi. 2r'in kvadratı. Tamam. Geriyə qalanında burada nə var? 2r'in kvadratı çıxılmış. 2r'in kvadratı çıxılmış. Buradan davam edeyim. 2r'in kvadratı kosinus alfa kosinus beta kosinus alfa üstə gəlmiş 2r'in kvadratı sinus alfa sinus beta. Düzdür? İndi burada bunlar eynidirsə, bunun bu vuruqda çıxılmışları eyni qalmalıdır. Razılaşırıq. Ya buna mötəriz xərcini çıxartmışam elə bilək. Bu da belə olsun. Razılaşmalıyıq da yəqin ki. Onda mən yaza bilirəm ki, kosinus alfa plus beta bərabərdir kosinus alfa kosinus beta çıxılmış sinus alfa sinus beta. Bunun o bir isbatlardan üstünlüyü odur ki, biz bu çevrənin içində həll eləmişik deyə, bu kosinus müsbət olar, mənfi olar söhbəti yoxdur. Hamısı üçün ödənir. Çevrənin içində həll eləmişik bu dəqiqə bunu. İndi koordinatları götürdük. Bir də bunu, məsələn, belə də isbat eləmək olar ki, sinus alfanın kvadratının üstə, məsələn, bu tərəfi mən onsuz da kosinus alfa götürsəm, bu 1 eləməlidir. Bu da sinus alfa eləməlidir. Çünki bunu buna böləcəm də yenə. Kosinus alfanın kvadratının üstə sinus alfanın kvadratının yanına yenə bu eləyir. Onsuz da bu bir dəqiq bir şeydir. Və r-i də standart götürmədiyimizə görə işləyir. İndi burada mənim eləmək istədiyim o deyil. Eləmək istədiyim budur. Gəl buna tətbiq eləməyə çalışaq ki, bax görək başımıza nə gəlir burada. Ya oranın üstündən getməyə çalışaq da. İndi belə bir şey eləyə bilərik də. Kosinus, dedik ki, alfa üstə gəlmiş beta bərabərdir. Kosinus alfa, kosinus beta çıxılmış sinus alfa, sinus beta. Düzdür? Alfa ilə betanı eyni götürsəm, məndə alınır kosinus kvadratı. Burada kosinus 2 alfadan söhbət gedir də. Kosinus kvadratı alfa çıxılmış sinus kvadratı alfa. Düzdürmü? Və yaxud da dedik ki, 1 bərabərdir kosinus kvadratı alfa. Bu çevrədən onsuz da gələn bir şeydir. Sinus kvadrat alfa. Burada da yerinə qoyanda belə bir dənə vəziyyət alınır. Belə bir dənə vəziyyət alınır bizdə. Belə bir dənə vəziyyət alınır. Bu da nə tər alınacaq?
bunu buradan mı gətirəcəyik? Bir dəqiqə fikirləşim bunun üstündə. Bunu buradan gətirəcəyik aslında. Deməli, 1 ilə götürmək istəsə belə bir şey alınacaq da. Bunu yerinə qoyanda o da kosinuslu vəziyyətini yazmağa çalışıram da bu dəqiqə. Kosinuslu vəziyyətini yazmağa çalışıram. Kosinuslu vəziyyətini. Onda kosinuslu vəziyyətindən nə çıxacaq? Sinusun yerinə yazanda 1 çıxılmış 2 kosinus, bir dəqiqə, 2 kosinus alfa, 2 kosinus kvadrat alfa çıxılmış 1 eləyəcək. Düzdür? Bunu eləyə bilərəm də. Onda bunun yerinə yazanda bu birlər bir-birinə aparsa 2 kosinus kvadratı 2 kosinus kvadratı 10 qalır burada. Burada da bizdə yerinə qoyanda məndə nə qala bilər? Bir də onu fikirləşməyə çalışaq. Kosinus kvadratı 10. Bu 2 eləyəcək. Onda o biri cür həll eləməyə çalışaq ki, sinusla eləyək ki, birlər getsin. Onda olacaq ki, 1 çıxılmış 2 sinus kvadratı alfa qalacaqdır. Onda buradan da qalacaqdı 2 sinus kvadratı 10 qalacaqdı. Burada da eyni şey eləsək. Bunun yerinə elə bir bunu qoysaq. Bunlar bir-birinə aparandan sonra bizə də deyir ki, bu kotangensin kvadratı alfaya bərabərdir. Onda belə çıxır ki, kotangens kvadratı alfadırsa, alfa bərabər deyə 10 dərəcədir. Ya bu 10 dərəcədə görüb bunu, belə deyə 10 dərəcədə görüb. Ya da bunun, ya bu 10 dərəcənin bu istiqamətdə var da, bu tərəfdəki bu 10 görəndə 190 dərəcədə də görmüş ola bilər bunu. Ya da ki, fərqli şeylər tutulmuş ola bilərdi. Məsələn, buradakı 10 dərəcədə də görmüş ola bilərdi, o da 170-ə düşür. Kvadratından söhbət geriyə biz tuzla bilmirik ki, bu dəqiq nədir. Ya məsələn, buradakı 10 dərəcədə görmüş ola bilərdi, onda bu da olacaqdı 350 dərəcə. Belə bir şeydir. Amma burada deyir, bu aralığa düşdüyünə görə bir dənə bu çıxdı. Keçdik növbətiyə. Bir müstəvi üzərində olmayan, bu arada kosinus tapandan sonra sinus tapmaq asan deyil. Məsələn, sinus alfa biz nə demişdik? Kosinus 90 çıxılmış alfa deyil idimi? Biz bunu bayaq dedik də, düzdür? İndi məntiqlə bir dənə düşünməyə çalışaq. Sinus alfa üstə gəlmiş betanı yazmaq istəsəm, mən bunu buraya yerinə ötürsəm, bura. Burada kosinus nə yaza bilərəm mən? 90 çıxılmış alfa çıxılmış beta yaza bilərəm da, düzdürmü? Bunları da mən qruplaşdırsam, birincidən nə alacam? Kosinus 90 çıxılmış alfa, buradan alacam kosinus beta. İndi bu çıxılmışda o birisində çıx var idi, sinus tərəfdən müsbət alacaq da bu. Burada alacaq sinus 90 çıxılmış alfa, burada eləyəcək sinus, bu da beta. İndi 90-dan bunu çıxandan sonra bu təzədən mənə nə verir? Sinus alfanı verir, kosinus betanı verir. Üstə gəlmiş, bu da onsuz sinus, bir dəqiqə, bu da eləyəcək kosinus alfa, sinus beta. Yəni, bu söhbətə gəlib çıxırdı onsuz təzədən. Birinə əvəzdir. Maraqlı bir şeydir. Kosinus sinusdan üstündür. Kosinusu biləndə sinusu həll eləmək olur, amma sinusu biləndə kosinusu həll eləmək biraz çətindir. Yəni, kosinusun üstünlüyü var həmişə. Çünki kosinus x oxundan gedir, biz də x oxundan fırlarıq. Sinus y oxundan gedən bir şeydir, bir tərs görüntü yaradır. Gələk buna, deyir ki, müstəvi üzərində olmayan A nöqtəsi var. Tamam, bir dənə müstəvim olsun burada. Bunun üstündə olmayan bir dənə A nöqtəsi var. Deyir, AB vadisi mailləri çəkilir. Bu da belə olsun. Amma bunu da biraz belə eləyək. Görüntü o deyil də, elə bir ki. Bu üçbucaq deyil bu. Bu AB olsun. Bu AB-dir, bu C-dir. Özüm sonra oxuya bilməyəcəm yazdığım çünki. Bu da perpendikulyardır müstəvi, meçə tərəf perpendikulyardır burada. Çəkilmişdir. ABC 8-dir. Deyir ki, AC tamam. Proyeksiyaları uyğun olaraq. Proyeksiyaları biz uyğun olaraq deyirsə, bu kökdə 13-dürsə, buna da kökdə 49 deyək. Kökdə 13-dürsə, bu da kökdə 64 idi. 64-dən bura gələndə bizdə eləyəcək 51. 49-dan 51 kökdə 100 eləyir. Bizdən AC-ni istəyir, o da 10. Pifagordan gələn bir şey. Pifagorun isbatını məncə çəkmişəm burada. Məncə çəkmişəm. Pifagoru isbat eləmişsən heç? 2-3 metodla Daha Pifagor asan isbat eləməyə. Hətta onu mən trigonometrik isbatını biləcək görə şokdaydım. Trigonometriyanın əsas tənliyi şeydən gəlir, Pifagordan gəlir. Pifagoru onunla isbat etmək biraz çətin gəlir adama. Qeyri-mümkün gəlir.
Gərək oxşarlıqdan narahatdır. Ortadan perpendikulyar atırsan, oxşarlıqla çıxardırsan ki, həqiqətən var belə bir şey. O da maraqlıdır məncə. ABC üçbucağında AB budur, bu alfadır, 90 üstə gəlmiş alfadır. Hə? Deməli, bu belə bir üçbucaq var. Bu alfadır, bu 90 üstə gəlmiş alfadır. Onda bu avtomatik olaraq 90 dərəcə çıxılmış 2 alfadır. Belə çıxdı. A, bir dəqiqə. C bucağıdır da bu. A, C, yox bu B bucağıymış. Onda bu A bucağıdır. Deyir ki, bizə nə istəyir? Bir dənə baxalım. AB deyir 18-dir. AC deyir 15-dir. 18-dir, 15-dir. Məndən istədiyi nədir? Kotangens alfanı istəyir. Kotangensini. Sinus var məncə get. Kotangens alfa bizdə nə deməkdir? Bura bir x desəm, bura bir y desəm, kotangens alfa məndə nədir? X bölmüş y deyil. Onda bu içəridə qalan tərəf 18 çıxılmış x deyil. Da. Onu buradan gətirə bilərəm də. Belə çıxır ki, məndə y-in kvadratı üstə gəlmiş 18 çıxılmış x-in kvadratı bərabərdir 15 eləyir. 15-in kvadratı daha doğrusu. Bunu tapdım. Başqa heç nə verməyib də onsuz da mən. Belə bir mənası varmı bunu belə əldə eləməyin? 18-in kvadratı çıxılmış 36x. Eləyin də, teorema sinusla eləyin. Burada 90 Teorema sinusla olacaq elə kosinus alfa. Minus kosinus. Yox, elə kosinus. çıxar. Mən maraqlıdır ki, görən belə tapmaq olardım bunu. Mən birinci belə getmişdim. Alamamsan? Uzun. Almaq olur da deyirəm. 100% alınır. Mümkün deyil alınmaz. Teorema sinusla geçsək, burada 15-in sinus alfaya bərabər olmalıdır 18-in sinus 90 plus alfaya. Burada sinus 90 plus alfa bu tərəfdədir. Hələ də müsbətdir də, çünki biz bu y-dən gelirik. Onda bu bizdə kosinus alfaya dönür də. Düzdür? Da. Onda bu kosinus alfadırsa da, bizə tangens alfa lazımdır deyə kosinus alfa buradan sinus alfa da bərabərdir 18 bölünmüş 15. Çox maraqlıdır. 18 bölünmüş 15. Bu 90 dərəcəymiş onda. Niyə? Kotangens nə deyir bizə? Bitişiyin, yox, 90 dərəcə. Ağın tangensi getdi. Qabağındakının, qarşısındakının. Bu hipotenuzdur. Ağlım getdi şeyə. Beynimdə bir sən nə var? Deyirəm ki, bu tangens kimi, tangens yox. Beynimdə qarışdı da elə bir iki tərəflər. 18-in bu 15-ə bölünmüşü. Onda bizdən nə istəyir ki, bunu buna böləndə 5 qalanda 6 qalır, 1/2 də Y variantıdır. 1/2 18-in 15-ə. Maraqlı sual idi. Bir dənə o biri cür eləyəm, mən ürəyimdə qalar. Bir dənə baxaq. Doğrudan adam ürəyində qalır ki, beynimin bir küncündə qalır ki, bir dənə də elə eləyək də. Bu bizdə y olsun, bu x olsun, bu 18 çıxılmış x olsun. Onsuz da bizim burada tutmalı olduğumuz budur. Kotangens alfa bərabərdir bizdə x bölünmüş y-də, düzdür? Bu içəridə bizdə bu var ki, onda y-in yerinə də belə bir şey yaza bilərəm də kökdə. 15-in kvadratı çıxılmış 18 çıxılmış x-in kvadratı. Düzdür? Onda bunu da mən x-in kvadratını belə yaza bilərəm. Eyni bir kökdə yazmağa çalışsaq. Onda aşağıda açmağa çalışsam. 15-in kvadratından 15-in kvadratından 18-in kvadratını çıxan neçə eləyir bizdə? 225 çıxılmış 18-in kvadratı. Bu eləyir 99. Onda burada alınacaq aşağıda belə bir şey. Kökdə x-in kvadratı. Burada alınacaq -99. Bu üstə gəlinmiş 36x
çıxılmış x-in kvadratı. Düzdür? Düzmü getdim? Не знаю. Məncə düz getmişəm da. 15-in kvadratından bunu çıxmayacağım da. Hı? Açıq B A plus B ilə yazıram qıraqda. Şeydə sizinkinə baxmadan heç. Ha, eləmi? Aha. Bunun kvadratı çıxılmış bunun kvadratı. Ya da belə də yazmaq olar ya əslində. 2 kvadrat fərqi kimi də. Hə, sən açıq B A plus B-dən. Bu eləyəcək bizdə -3 üstə gəlmiş x 33 üstə bir dəqiqə çıxılmış x. Düzdür? Eyni şey alınır da yenə də. Bizdə alacağıq burada -99. Bunların cəmi ortada olmalıdır. Üstə gəlinmiş 33 buradadır. 36x Çıx x kvadrat. çıx x kvadratı. Bu da yuxarıda eləyir x-in kvadratı. Bu buna bərabərdir. İndi bu tənliyi biz həll edəndə nə tapmağa çalışacağıq orada ki, yəni həqiqətən bir x dəyəri var ki, bu bunu ödəyir. Bu çox maraqlıdır. Bu çox maraqlıdır. Y bölünmüş x-dir tangensində. Bu da standart eyni bir şeydir. Bu da bətasıdır bunun. Buradan həll eləməyə çalışsaq da vuruqlardan da çıxır mı? Baxaq. X bərabərdir 3 alınır. Buradan da x bərabərdir 33 alınır. 2 dənə dəyərim var mənim. Limit dəyərimdir bunlarda. Bunun təpə nöqtəsi hardadır? Onu bir dənə tutmağa çalışaq. Təpə nöqtəsi də buradadır. -2x üstə gəlmiş 18 bərabərdir 0, x bərabərdir 9-da. Dəxilçi yoxdur, söhbət istəyirsən. Ну da, çünki bunun nəyə ravno olduğunu siz bilmirsiniz. Buraya gedib cavab tapmaq olmaz deyə. Sən nə tapırsan ki? Mən tapmışdım. Doğrudan ne знаю necə tapmışdım. O da çox maraqlı olur. Tangensin, kotangensin üstündən nə tapmaq olar ki? Çünki sinussuz eləmişdim, uzun getmişdi. Bəlkə oxşarlıqdan gətirmisən. Bilmirəm, şəs qıraqda təzdən edeyim, şey olsa göndərərəm. Okay. Baxaq da sonra olur. Deyir ki, kosinus x bizdə 2x-dir. Tənliyinin parçasına köklərin cəmini tapmaq lazımdır. Olsa sinusun açılışını bildik də bura qədər. Alfa üstə gəlmiş betadan. Bu eləyirdi bizdə sinus alfa. Sinus alfa kosinus beta üstə gəlinmiş. Sinus beta kosinus alfa. İkisi də eyni olanda sinus 2 alfadan eləyəcək. Bu da alfa eləyir. Bu da alfa eləyir. İkisi də eyni şey gəlib çıxanda 2 sinus alfa kosinus alfa. İndi bunu yerinə qoyub bu tərəfə keçirdəndə, çünki parçada həm müsbət alır, həm mənfi alır kosinus. İkisi dəyərli də var, birbaşa eləməyəcək. Gətirəndə belə eləyək də. 0 bərabərdir kosinus alfa. Burada olacaq ki, burada olacaq 2 sinus alfa çıxılmış 1. Kosinus alfanın 0 dəyərləri harada alır? Bir burada alır, burada. Onsuz da burada alfa onda pi bölünmüş 2-dir. Növbətidə sinus burada olmalıdır 2-də 1. 2-də 1-i də bir burada alır, bir burada alır. Burada məsələn alfa bucağında alıbsa atıram, yəni alfa bucağında alıb həqiqətən. Burada da 180 çıxılmış alfa bucağında alıb. Köklərinin cəmi deyir deyə, onsuz alfaların cəmi bizdə bu gedəcək, burada 180 qalacaq. Buradan da bir 90'ın var idi, 270 idi. 270-də 3 bölünmüş 2 pidir. Bunun D variantı. Gəldik bura. Bizə deyir ki, üslubu ilə həll eləyək. Bunu necə eləmək olar? Onsuz da bu bizdə nə deməkdir? Bu sinus 24'dür. Və yaxud da gördük ki, onsuz da 2-ni ayırsaq, aşağıda onsuz da belə bir şey qalmalıdır. 2 sinus 48 dərəcə. Yuxarıda alınan nədir? Tamam, yer dəyişməsi var. Sinus alfa, onda burada alınacaq kökdə 3. Sinus alfa üstü gəlmiş betadan, burada da 48. Bunlar gedir. Bu bizdə bir dənə kitaba baxın, burada nə deyir? Plus x imiş. Deməli, bu bizdə sinus x imişsə də, bu aralığa düşən onsuz da bir dənə dəyəri olacaq da. Burada onsuz da onu bir dəfə görə bilir. Kökdə 3'ü bizdə 60 dərəcədə görək B variantı.
Gəldik bura. Deyir, 60 dərəcəli ikiyüzlü bucağın bir üzü üzərində verilmiş nöqtə onun tilindən bu qədər məsafədədir. Bu iki dənə üzü var bucağın, deyək, iki dənə üzü buradadır. Deyir, bir tili üzərində, bu da 60 dərəcədir bu arada. Bir tili üzərində onun tilindən məsafədədir. Tilindən. Bu, buradan bura mı 6 kök düşdü, yoxsa buradan bura mı 6 kök düşdü? Bir tili, bir dəqiqə. Digər üzə qədər məsafə. Til. Til buna mı deyirlər? Til məncə yox burada Azərbaycan dilində. Yox, daha doğrusu. Tam tuta bilmədim bu söz. Bunda yaxşı bunu belə baxaq. Bu belə olsaydı 90-ın qabağında yarısının buradan 3 kök düşdən bu eləyəcəkdi 6. Elə bir şey olsaydı. Yox 9 daha doğrusu. 3 kök düş olmuş 3-dən 9 olacaqdı. Yox, əgər ki burada olmuş olsaydı. Aha. Baxdım şeydir. Rebrodur. Rebroda şeydir elə bir qrandan deyir. Rebrosunacan. Belki yuxarısından aşağısınacan. Mən onu deyirəm də. Sən eşitirdin mi Rebro sözünü soruşanda? Da elə ona görə baxdım. Yəni bilsən məndə söhbət nədir? Bax, Rebro bu bucağın içərisində bunlar nəyə deyirlər ki? Bax deyir ki, onun tilindən bu qədər məsafədədir. Avtomatik olaraq bu da əgər tildirsə də, bu da tildirsə də, bu til deyəndə buna mı deyirlər? Bilmirəm. Çünki bu köklü 3 burada olmuş olsaydı 60-ın qabağında, bunun bu 6, bu 12 eləməlidir. Variantda ikisini də verir. Til, məncə til Rebrodur. Bu Rebro, nə bilim, başım suala. Onda qran nədir? Onda bu... Dəqiqə, qran nöqtəsi o qrandır. Da. Amma Rebro deyil də bu, düzdür? Rebrosa şeydir, elə bir ki, xətlər var ha. Kubun... Bunlar da mən də onu deyirəm. Azərbaycan dilində til tərcümə ediblər bunu. Məncə təpə nöqtəsi yazmalı idi, ya başlanğıc nöqtəsi, ya nədirsə. Qran çünki kənar deməkdir, düzdür, künc. Da, uc tərəf. Uc tərəf. Mən deyəndə inanmırlar, Azərbaycan nə qədər çətin ikinci dil yoxdur. Bir sözü 100 dənə yerə işlədirlər və hər biri üçün bir dənə mənası var. Onu da mən bilməm nə deməkdir. Sən özün başa düşdün onu oxuyandakı o 6 köklü uçardadır. Yox, Azərbaycanca anlamadım. Rusçasında nə yazıblar? Rusçası var sənin əlinin altında? Şey yazıblar. Расстояние от точки, лежащей на одной грани двухгранного угла 60 градусов. Düzdür, onda Rusçası. До его ребра. Elə bil ki, o nöqtədən, qrandan rebroyacan. O da aslında... Axırı başa düşürsən ki, deyir ki, bunun kimi deyil də, axırı yazıb ki, başlanğıc nöqtədən tilin üstündəki bir nöqtəyə qədər məsafə 6 köklü 3-dür. Da. Burada amma yazıb ki, bucağın bir üzü üzərində verilmiş nöqtə onun tilindən yox, onun təpə nöqtəsindən tilin üstündə ayırdığı nöqtə 6 köklü 3-ymiş. Onda buymuş, bu deyil. Şeydə də elədik, buraxılışda sualı 2 dəfə baxmaq lazımdır ki, ruscasına, ingiliscasına, azərbaycancasına görən bu adam nə soruşur. Həqiqətən başa düşmüyor mu? Bu bizdən ötər olacaq ki, bir çıxılmış, bir üstə gəlinmiş, bir vurulmuş. Burada çıxılmışında da belə alınacaq da. Kosinus kvadratı çıxılmış. 32 da kosinus kvadratı yazın. Sinus kvadratı. Bu da kosinus kvadratı çıxılmış sinus kvadratı mənə nə verir? Kosinus 2 alfanı. Buradan da alınır kosinus 64. Kosinus 64 buradadır. Burada bizdə nə alınacaq? Burada bizdə. Deməli, 1-i ayırsaq. Kosinus kvadratı 32. Üstə gəlinmiş bu. Bunlar bir-birini aparanda kosinus kvadratı, bunu yazaq da bunu. Deməli, burada kosinus kvadratı 32 çıxılmış. Sinus kvadratı 32 yaza bilərəm. Bundan da bunu ayıranda bir dəqiq, bunu belə eləmək ehtiyac yoxmuş. Aşağıda da eyni şey qalırmış da. Kosinus kvadratı çıxılmış sinus kvadratı. Bunlar da bir-birinə getdi, bir qaldı. Çox uzaqdan.
Gəldik bura. Bizdən tələb olunan budur ki, deyir A ifadəsini sadələşdirim. Bu neçənci rübdədir bizdə? Buralara düşür də. Onda burada x-i müsbətdir, y-i mənfidir. Demək sinus mənfidir, çünki sinus y-dən götür. Onda bunu içəriyə vuranda burada bizdə belə bir şey qalacaq da. Tangensin kvadratı, içəridə 1 çıxılmış sinusun kvadratı, bu da kosinusun kvadratı eləyir. Onda tangensin özü də məndə nə idi? Sinus bölünmüş kosinus idi. Kvadratlar gələndə orada bizdə alınır ki, sinusun kvadratı, oradan da modul sinus çıxır. Sinus da burada mənfidir deyə mənfi sinus çıxır da buradan da. O da A variantıdır. Mükəmməl xəttimlə yazıram bu dəqiqə yəni. İndi deyir ki, kvadratın tərəfindən keçən müstəvi, kvadratın qarşıdakı tərəf 8 sm məsafədədir. Müstəvi qarşıdakı tərəfdən 8 sm məsafədədir. Kvadratın tərəfindən keçən müstəvi qarşıdakı bir dəqiqə qarşıdakı tərəfdən diaqonalları kəsmə nöqtəsindən müstəviyə qədər olan məsafəni tapın. Bir dənə kvadrat çəkək burada. Nəsə alınmadı. Kvadratın bu diaqonalların kəsmə nöqtəsi burada. Diaqonalın kəsmə nöqtəsi də bunu belə yarıya ayırır. Deməli, tərəfi 8-dirsə də, daha doğrusu tərəfi 8-dirsə də bu 4-dür. İndi kvadratın müstəvisindən qarşıdakı tərəfdən 8 metr. Diaqonalın kəsmə nöqtəsindən bu tərəf A-dırsa da, ya da 2A-dırsa da bu A-dır. İndi bu 2A vəziyyətində, tamam, sual məncə tam başa düşmüşəm. Bunu belə baxmağa çalışaq. Elə ki, kvadrata bir yandan baxıram, bir vərəq kimi baxıram, müstəvinin üstündə. Buradan bura qədər məsafə 8 imişsə də, bunun orta nöqtəsindən bura qədər məsafə avtomatik oxşarlıqdan gəlib 4-ə düşməlidir. Şəklini biraz çəkmək çətin olur. Amma olsun. Gəldik bura. 17-də mənə deyir ki, ifadəsinin qiymətini tapın. Bunu 2 vurulmuş 2 kimi yazsam, ikisini bura ötürsəm, bu da eləyəcək bu 2, bu da 2, bu 2 getdi. Yuxarıda məndə alınacaq nə? Yuxarıda məndə alınacaq nə? Onda bu ikini də içəri ötürürəm. Burada bir dənə də vurulmuş 2, bir dənə də vurulmuş 2. Belə bu qalsın. Çünki burada eləyəcək kosinus və belə bir şey alınacaq burada. Kosinus 10, sinus 10, sinus 10. O da bizdə buradan aşağıdan eləyir ki, 1 bölünmüş 2, o da yuxarıya qalxacaq. Sinus 20 dərəcə deməkdir bu tərəf. Bunu ortaq məxrəcə gətirəndə. Ortaq məxrəcə gətirəndə bu da sinus 20 ilə gedəcək. Burada 2, bu mötərizənin içərisində burada nəyi saxlamaq lazım, ona baxmaq lazım. Deməli, burada neçə dərəcədə ala bilir ki? Bunların bir-birinə bərabər olduğu dərəcədir. Onsuz da lap sinus 30-dan başlayaq. Bu sinus 30-dur, burada sinus 10-dur. Sonra üstə gəlinmiş. Bunu kosinusa gətirməyə çalışaq da, ikisini cəmləmədə gedək. Cəmdən götür, eləyək onda. Bu eləyəcək bizdə kosinus 30, kosinus 10. Kosinus 30, kosinus 10. Avtomatik olaraq burada bundan bunu çıxılmışdır da. Kosinus 20 dərəcə, burada 2 qalıb. Yox, bu 2 də bundan gedəcək də. 2 də yoxa çıxacaq bundan. Bunu yazmaq yaddan çıxdı. Kosinus 20, kosinus 20 də sinus 70 deməkdir də. Gəldik bura. Bizə deyir ki, parçasında neçə kökü var? Parçasında neçə kökü var? Belə eləyək də, hamısını eynisinə gətirməyə çalışaq. Bunun yerinə yazaq ki, 1 çıxılmış sinus kvadratı 4x. Belə bir şey eləsək. Belə eləsəkmi uğurlu alınar, yoxsa nə tərk edək? Onda bu 1 ilə bu 1 gedər. Onda bizdə alınar ki, sinus 4x mötərizə xaricində 1 çıxılmış sinus 4x bərabərdir 0. Bu parçada, yəni bu onsuz 0 olmalıdır da. Bu 0 ola bilməsi üçün 4x onsuz da məndə bu parçada bunu 0 görə biləcək. Bir burada var, bir burada var. Buradan 2 dənə kök gəldi. Düzdür? 2 dənə kök buradadır. İndi bu parçada bunun 1 ola bilməsi üçün, bu şeyin 1 ola bilməsi üçün, yox, bir dəqiqə.
Sinus sıfırı neçədə alır? Pikada alır, düzdür? Sinus sıfırı bir dəqiqə. Pikada. Hədir də, pikadadır, buradadır. Deməli, buradadırsa, bunu 4-ə böləndə x qiyməti məndə. Pi bölünmüş 4 eləyir. Burada da k var, düzdür? Pi bölünmüş 4. Bu nə vaxt 1-i aşacaq? Deməli, ən minimum 0 verə bilərəm, çünki mənfi ata bilmərəm. Amma maksimumda buna 4 verə bilmirəm də. Dajı 4 verə bilirəm. Deməli, burada 5 dənə qiyməti var, düzdür? 5 dənə buradadır. Buradakı qiymət neçə dənədir? Bu 1-i ala bildiyi qiymət onsuz da bir dənə buradadır. Düzdür? Bu 1-i ala bildiyi. 1-i ala bilmək üçün bizdə olmalıdır pi bölünmüş 2. 4-ə böləndə pi bölünmüş 8 eləyir. Onda alır ki, pi bölünmüş 8 üstə gəlinmiş. O birində də 2 pikada alırdı. 2 pikanı da təzədən 4-ə böləndə bizdə eləyir pi bölünmüş 2k. Düzdür? Bunu da mən 8 ilə yazmağa çalışım da. Təzədən buradan çıxması üçün buradan onsuz da bir dənə 0-ı götürə bilir. Bir də 2-ni götürə bilir. 1-i götürə bilir daha doğrusu. 2 versək, bir dəqiqə. 2 versək, bu eləyəcək 6. 6-nın üstünə 1, 2-ni də götürür, deyəsən. 0-ı götürür, 1-i götürür. 0-ı götürür, 1-i götürür. Bu 4 deyə, mən deyirəm nədir? Onda burada 2-li 7 dənə elədi də. Düz. Gəldik bura. Burada nədən söhbət gedir? ABCD düz bucaqlı üçbucağında A təpəsindən üçbucaq müstəvisindən AK perpendikulyardır. AK perpendikulyar hamısına perpendikulyardır. Bu düzdür. Bunu belə yazıram ki, normaldır. Qaldırılmışdır. ASB, ASB 90 dərəcədir. CAB bu 30 dərəcədir. Sonra deyib AKB bu buranı görür. Bu 45 dərəcədir. O 45-dirsə də bu da 45 dərəcədir. AB 6-dır. 6-dırsa da 90 qabağıdırsa bu 3-dür. 60-ın qabağı bu 3 kökdə 3-dür. Bu tərəfi də tapdıq. Bu 6-dırsa da bu da 6 olmalıdır. Çünki 45 dərəcədən gəlib. 6-6-dırsa bu kökdə 36 deməkdir. Bu da kökdə 27 deməkdir. Bunların cəmi bizdə neçə eləyir? 63. O da eləyir 9 kökdə 7. 3 kökdə 7. A variantı. Gəldik bura. Burada bizdən nə deyir ki? İfadəsinin qiymətini tapın. Necə olacaq bu? Onsuz da belə baxmağa çalışaq da bizim şey düsturunun bir sənə sinus alfa üstə gəlmiş beta düsturunu. 2 Yox, bunu. for sinus alfa plus beta bölü 2. Bir şey screw up elədik də, mənim də yadımda deyil. Gəl belə şey eləyək. Deyək ki, alfa üstə gəlmiş beta bölünmüş 2-yə bir dənə fi bucağı deyək. Okey də bu. Yaza bilərəm də bunu, polunu. Düzdür? Ha. Yaza bilərəm. Onda belə çıxır ki, bunların cəmi bizdə nə olacaq? Yəni, bununla bunu cəmləyəndə onda olacaq ki, bizdə alfa, düzdür? Bundan da bunu çıxanda beta olmalıdır da. Düz getmədi, yəni. Hı? Baxım. Hətta bundan bunu çıxdım ki, beta bölünmüş 2 beta qaldı. Düz getmədi mi mən? Ha, все. Все da. Onda gəl belə bir şey eləməyəcək göstərək, ondan sonra gedərik. Bir də bu bölünmüşlər var deyə belə eləyək. Sinus, burada belə yazaq da. Fi üstə gəlinmiş köta, yaxşı. Bu bizdə nə olacaqdı? Belə bir bucağı açmağa çalışsaydıq biz. Fi üstə gəlmiş köta bucağını açmağa çalışsaq. Bu da alfa bucağı deməkdir əslində qalanda. Bunu işləyirəm. Eləyəcəkdir sinus fi, kosinus köta üstə gəlinmiş sinus köta, kosinus fi. Düzdür? Düz getdim də. Sinus fi minus köta olsaydı, burada sinus fi, kosinus köta çıxılmış, sinus fi, Kosinus fi sinus teta. kosinus fi daha. Bu belə olacaqdı. Bunları mən cəmləsəydim nə olardı? Sinus fi plus köta üstə gəlinmiş sinus fi minus köta.
Buradan da alacaqdım ki 2 sinus fi kosinus teta. Razısan? Da. Onsuz da bunu mən bilirəm də. Bu deməkdir axı bu sinus İkisini de şeydən alfa hı? plus beta. Peki. No da. Bir dəqiqə bu belə elədi. Şurada şey de bu teta'nın fi'nin yerine alfa plus beta bölü 2 yazırsınız. Bir dəqiqə də əsəbləşdirmə məni. Sən önce məni əsəbləşdirdin. Deməli, burada bizdə sinus, burada yazıram. Bu alfa bölünmüş 2-dir. Üstə gəlmiş. Sinus. Birbaşa bunu almadığı. Olsun. Buradan beta bölünmüş 2-dir. Bu bərabər olur 2. Burada. Fini yerinə nə yaza bilirəm mən? Alfa beta ilə yazmaq istəyirəm də. 2 sinus. 2 sinus. Fini yerində yaza bilirəm ki, alfa üstə gəlmiş beta bölünmüş 2. Burada da kosinus. Alfa çıxılmış beta bölünmüş 2. Düz gəlmədi elə bir. Hı? Niye ki? Düzdür. Düzdür. Onda bu alfadırsa da, bu alfadırsa da. Onda ki bunları bir bölmüşlərlə yazaq da, bölmüş ikilərlə eləyək ki, Promeodakı kimi çıxarda bilək də. Düzdür. Düzdürmü? Saf oldu yine saf. Şeydi de yok aslında fi plus Yox, alfa düzəltdim. neyse Gələcəm. biraz arkaya geçseniz sinüs Yox, alfa bura bax. Bu bizdə alfa plus beta deyil bu. Bax, bu bizdə alfadır. Bir dəqiqə. Bu bizdə alfadır, düzdür? Ha, yox, düz gəlmişdim da. Prosta alfa bölü 2'lerin yerine alfa ile beta Alfa gəlməliydim. Deyirəm də, düsturun özü mənim yadımdadır deyə, biraz belə qəribə gəldi ki, adı mən screw-up eləmişəm. Deməli, mən burada alfadır, burada betadır. Deməli, mən burada belə eləməliyəm. Bunları cəmləməliyəm, yarıya bölməliyəm. Bir də toplayıb yarıya bölməliyəm. Sinusda toplamasıdır, kosinusda çıxılmasıdır. O bir tərəfdə də eyni şeyi saxlayacaq. Yəni, beyində bir dənə şey qurmaq lazımdır, başqa heç nə eləmək lazım deyil. Bu sinusdur, bu budursa da, yəni sinusların cəmidir. Onsuz da, məsələn, sinus alfa üstə gəlmiş kosinus alfa bucağı var, ya da kosinus beta. Eyni şeyləri eləyibsən. Ortasıdır da elə bir, başı üstündən demək istəyirəm. İndi bizim burada eləyə biləcəyimiz şey nədir? 20-ci sualdayıq, düzdür? 20-ci sualdayıq da. Bir ifadəsini sadələşdirmirik, qiymətini tapın. Onda burada belə bir vəziyyət alınır da. 2 vurulmuş. Bunların cəminin yarısı neçə eləyir? 90, yarısı 45. Bunların fərqinin yarısı neçə eləyir? Bir dəqiqə. 15. Kosinus 5. Burada kosinus 5 var. Bunlar getdi. Bu da ona bu kökdə 2 cavab. İndi gəldik bura. Sən inanarsan ki, trigonometriyada biz sənin yaşında olanda bəlkə bir 600-700-dən tutur görmüşdük. Və heç birində yadda saxlaya bilmirdim mən. Heç birini. Uşaqlar var ya, tap-tap yadda saxlayırdı. Məsələn, üçbucaqlarda çünki çox idi. Üçbucaqda bir sənə nöqtələr var axı, qravitasiya mərkəzi, nə bilim, o I, G, M, H, nə bilim, nöqtələr, adları var. Hamısını əzbərləyən uşaqlar var idi. Mənim yadımda qalmadı heç bir. Və hər biri üçün trigonometriyadan hansısa düstur çıxırdı orada. ABC bərabəryanlı üçbucağının AC tərəfindən, tamam, bunu nətər yaza bilərik? Bu bərabəryanlı bir üçbucaqdır. A, B, S. A-dır, B-dir, bu da S-dir. Bərabəryanlı bir üçbucaqdır. AC tərəfindən keçən müstəvi üçbucaq müstəvisi ilə 30 dərəcə ayrı. Deməli, buradan belə bunu fərqli bir rənglə çəkim ki, aləm qatmıyor. Hı? Biraz kosu çəkildi. No, neçə belə də olar. Əşyası odur ki, başa düşürük də hamımız bir-birimizə. Bu da bizdə perpendikulyardır, bu da buna perpendikulyardır. Ne deyir ki, 30 dərəcə əmələ gətir. Burada 30 dərəcəm var deməli mən. 30 dərəcə AB 10-dur, AB 10-dur. Bu 10-dursa bu 5-dir. Bu hissədən söhbət gedir. Bu 5-dir. Bu 5-dir. Onda bu hündürlük bizdə neçə dərəcə çıxır? 5 kökdə 3-də. 5 kökdə 3-də 90 qabağı. BC ilə bir 10-dur. Ora onu bölmür.
Bir dəqiqə. Baş ver. Nə deyirsən ki? Bu A ilə B səsi də eyni olan. Hə də. Ha, hayda. Başla. AB ilə BC bu 10-dur. Tamam. AC 16 imiş. Ha, bu onda 8-dir. 8 sonra bu 6-dır da. Bu 6-sa 90-ın qabağı budursa da, B nəblimdən bu nöqtəsi, bu da 3-dür. Deyir ki, B təpəsindən müstəviyə qədər məsafə 3-dür. Ha, bunu heç görmürəm mən. Təşəkkür. Belə maraqlıdır. YouTube-da heç kimin səsi çıxmır. Çata da nəsə yazanda da ürək sıxılır oxumağa. Biraz bəlkə tez başlasaz çox adam olar mı? Mənim konseptimdə şey deyil axı. Cəmaət həll istəyir, mən həll istəmirəm. Mən istəyirəm ki, bunları nətər düsturlara çıxardım. Bu nöqtəni görmür. Kitabda daha yaxşı görünür. Səndə bunun çap variantı var da əlinin altında. Yox, müəllimə mənə PDF-ini atıb rusca. Rusca PDF var ki bunun. Müəlliməm tapıb. Tapıb deyəndə o da mənim kimi skan edib də yəqin. İngiliscəsini tapa bilmirəm. Dəqiq bilirəm. Necə? Bunların ingiliscəsi də var. Məncə olacaq, ya da ki, yoxdursa da olacaq. İngilis bölməsi imtahan verir axı Azərbaycanda. Adanın uşaqlar. Ya verirlər də, fakt verirlər. İndi burada bizdə neçədir? Bunun deyək 2x olsun. Burada neçə qalır? 5x da bu onda, düzdür? 29. Onda kökdə 29x-dir bu. Onda bizdən nə istəyirdi ki? Sinus alfanı. Sinus alfa nəyə götürür? Onsuz paralelliyə görə bu burada da var. 2 bölünmüş kökdə 29. Bir dəqiqə. Sinus alfanı istəmirmi bu? Alfa orada deyil, alfa şeydədir. Onun o birisi tərəfində. Ayda. Gözlə. Bir dəqiqə. Qaralayanda biraz getdi. Alfa burada da. Da. Alfa buradadırsa, alfa onda buradadır. Düzdür? Alfa buradadırsa, onda. Alfa buradadır. Paralellikdən dostlar. Bu da 5. Hə də bu içəridə qalmalıdır burada. Deməli alfa buradadır. Alfa buradadırsa onda 5 bölünmüş kökdə 29. Gəldik bura. Bizə deyir ki, tənliyin ən kiçik müsbət kökünü tapın. Ya buradan bir dənə balıq. Bunun baxan kimi nəyə oxşuyur? Gəl oradan bir dənə isbat gedək, ondan sonra gələrik. Yaxşı. Çox maraqlı bir şeydir bu. Bax, tangens alfa üstə gəlmiş betanın isbatını normalda mən belə gedirəm. Deyirəm, onsuz da 2 dənə ayrı isbat. Bu qəşəng çevrənin içində isbat var, amma 2 ayrı isbat öyrənmək yerinə bir dənə isbatdan gəlirməmişəm mən. Yadda saxlamaq asandır da bu ikisini, düzdür, bu iki düsturdur. Məndə neçə eləyir bu? Sinus alfa kosinus beta plus sinus beta kosinus alfa da bu. Razısan? Burada məndə eləyir kosinus alfa kosinus beta minus kosinus üzrəm sinus alfa sinus beta. Razıyıq da burada. Mən də belə eləyirəm. Bunu bilmirəm. Plus. Deməli, mənə nə lazımdır burada? Onsuz da tangens axtaranda, tangens tapa bilmək üçün bunu aşağısına kosinus alfa lazımdır. Bu da ləğv olunmalı. Yuxarını, aşağını onsuz da kosinus alfa, kosinus betaya vursam mən söhbət həll olacaq da. Burada alınır məndə tangens alfa çıxır. Göz tanesi ilə o 6 1-dir deyə. Beşin orada 1 olur da onda necəsə. Hə, şeylə deyirsən, o proportionla. Bunu göz tanesi ilə. Bu belə alınır. O birisini də heç yadda saxlamıram. Bir sənə də yadda saxlayıram. Tangens axı bizdə budur, bu x y-dir. Y bölünmüş x deyil. Burada da bu x mənfi y-dir axı. Eyni bucağın mənfisindən söhbət gedir də. Bu ikincini yadda saxlamıram heç vaxt. Birini yadda saxlayıram, ikincini bir dənə çevrənin içərisindən gətirirəm ki. Tangens alfa yerindədir. Mənfi beta qoyanda buradan tangens beta eləyir. Mənfisi də bura gətirəndə bu da tangens alfa, tangens beta. Heç nə belə eləmişəm amma. Bir dənə düstur öyrənirəm, ikincini öyrənmirəm. Məsələn, heç bir mənfi olan düsturu öyrənməmişəm. Ancaq müsbətlərini bilirəm. Axot yoxdur onu yadda saxlamağa. Qalmır da yax. Nə qədər düstur əzbərliyim də, mən yazğam axı.
Siz ancaq bir dənə şey öyrənirsiniz. Mən birdən çox şeylə məşğul olanda istər-istəməz adam yorulur da. Sən də Allahla danış, fizika ilə məşğulsan da şey demirəm. Amma ümumən deyirəm. Burada bizdə tangens x alfa yazıram. Burada x yazanda ürəyim sıxılır. Üstə gəlmiş tangens kvadrat alfa. Bu arada mən niyəsə bunu tan yazanda ürəyim sıxılır. Belə rahat olur mənə. 2 bölünmüş. Çıxarıblar burada. Necə? Tanı təzə çıxarıblar. Bu qəribə görünür həm də. Şirin. Şirin deyil. İğrəncdir. Kvadratı şey değil. Sinüs bölü kosinüs. Где-то orada 1 qalacaq. Kosinüs kvadrat da yuxarı çıxacaq. Yox, bir dəqiqə. Bunu düz yazmışam da, çaşdırma. Где-то İndi burada bir dəqiqə. Okey da bu. 2 sinus alfa kosinus alfa. Başlıqda kosinus kvadratı alfa plus sinus kvadratı alfa eləyir. Odan nə qalır bizdə? Sinus 2x. Yəni bunun yerində sinus 2x imiş sənin. Ən kiçik bir dəqiqə müsbət kökünü istəyir. Onda biri harada görür? Bu ancaq burada görə bilir də. Pi bölünmüş 2. Bir də bunu fırlamış vəziyyətlərində. Üstə gəlmiş 2 pikada görür. Düzdür? Da. Avtomatik olaraq mən şeyləri də yadda saxlamıram. Bunları da götürmüş çevrəni çəkib üstünə işlədim. Yarıya böləndə burada pi bölünmüş 4, üstə gəlmiş pika qalır. Bunun da müsbət kökü ən kiçikdə bu mənfi versə mənfi gələcək. Bunun 0 vəziyyətləri. Pi bölünmüş 4-də 45 dərəcədir onda. Bu da getdi. Gəldik bura. Burada deyir ki, bunları işləmişsən ümumiyyətlə bu sualların hamısına. Yox, heç hansısa qlavadan sonra dayanmışam. Bunu bəlkə də kvadrat tənliklə də eləmək olardı. Ən kiçik kökünü tapmaq üçün tangensini ala biləcək dəyərlərdən. Məncə bu belə daha rahatdır. Neynəmə? Çünki gözlə görünür, bir dənə fikir ver. Gözlə görünür, bu yetim bir da istəyirsən. Bu da siz heç tangensə bölməyi də biraz çox uzatdınız. Yəni, okey də tangens kvadrat eksi sinus kvadrat bölü kosinus kvadrat eləyir. Yox, mən şey göstərmək istədim sənə ki, sinus 2x-in açılışıdır bu. Adam eyni şey olacaqdı. Mən onu deyirəm də, açılışı olduğunu göstərmək istədim. Gəlin də bunu açaq. Deməli, burada demək istəyir ki, bir dənə mənim 3 bucağım var. Bunun radiusu budur, bunun budur. Deməli, bu 9-dur bu alfada. Düzdür? Mənə deyir ki, bunun 2 alfa vəziyyətini tapmaq lazımdır, tangensi lazımdır. 2 alfa üçün mən normalda belə bir şey çəkirəm. Burada bir alfa atanda, burada 2 alfa eləyirəm. Məntiqli də yəqin ki, razılaşar. Avtomatik olaraq, bura məndə x isə, burada x isə, bu 3 çıxılmış x qalır. Düzdür? Bunun tangensi, yəni tangens 2 alfa mənim nəyə bərabər olur? 1 bölünmüş 3 çıxılmış x-ə, plus bunun 2-yə vurulmuşu da burada belə bir şey almalıyam mən. Yəni, mənim hesablamaya çalışdığım əslində budur. 2 bölünmüş 3 çıxılmış x-dir. Razılaşdıq? Onda bu da nəyə bərabərdir? 1 üstə gəlinmiş 3 çıxılmış x-in kvadratı bərabərdir x-ə. Razıyıq x-in kvadratına. O da 1 bərabərdir x. Bu bundan çıxanda bir dəqiqə. X çıxılmış 3 üstə gəlmiş x. X üstə gəlmiş 3 çıxılmış x. Orada məndə nə alınır ki? Onda alınır 2x çıxılmış 3 bərabərdir 1 bölünmüş 3. Düz gəldi? Yox, yat belə eləməyək. Belə eləməyək. Belə eləyək. 1 üstə gəlmiş 9 çıxılmış 6x plus x-in kvadratı bərabər x-in kvadratı deyil. Bununla bu getdi. Düzdür? Mən olsa lazımdır 3 çıxılmış x. Burada da məndə 10 var. Deməli, iki tərəfdə 8 gəlsəm, 6-nı çıxarda bilirəm də. 3 çıxılmış x, burada da 8 qaldı. Razılaşdıq. 3 çıxılmış x bərabərdir məndə 8 bölünmüş 6-dırsa, bu da yerinə qoyum da. Onda burada 2, 8 bölünmüş 6. Bununla bu getdi 4. O da eləyir 1,25. 1,25 yox, 1,5. Şeydə 3 bölünmüş 2 eləyir də bunlarda. Düzdür? Trigonometriyası tapdım. Belə qəşəngdir. Trigonometriyadan keçsək, eləyərik, yenə də eləyərik. 2 qat bucaq arqument düsturu, nə bilim də. Və yaxud tapdıqdan sonra tangens alfa üstə gəlmiş beta düsturundan kimi. Məncə belə daha şirindən də. Razısan? Da, cute.
Çox cütdür. Hay Allah, qıtı yazın bu özümə. Gəldik bura. Deyir ki, tərəfi 6 olan bərabər tərəfli bir dənə 3 bucaq var. Təşəkkür edirəm. Tərəfi 6 olan bir dənə 3 bucağım var imiş. Amma bərabər tərəflidir. Bu 6-dırsa bu 6-dır, bu da 6-dır. Gördün nə yazdım? 666. Bərabər tərəfli üçbucağın medianları M nöqtəsindən üçbucaq müstəvisinə uzunluğu 2 olan MK perpendikulyarı qaldırılmışdır. Oha. Deməli, mən bunu belə çəksəm, onsuz da bu 3 ayırmalıdır da içərdən, düzdür? 3 ayırmalıdır. Buradan uzunluğu 2 olan bir şey qaldırılır. Bu da buna perpendikulyardır. Mənə deyir ki, bu da K nöqtəsi bu arada. Mənə deyir ki, nöqtəsindən üçbucağın təpəsinə qədər, buradan bura qədər olan məsafəni istəyir də burada. Avtomatik bu 2-dirsə də, bu da 9-sa da, kökdə 13 eləyir də bu. 9 oradır. Bax, bu 2-dir, bu da 3-də, kökdə 4 üstə gəlmiş 9 eləmir. Bir dəqiqə, sual təzdən işləyəm. Bir dəqiqə. Ay, bir dəqiqə. Mən qarışdırdığım məqam var. Buradan tap. Mən bunu bilmirəm axı heç. Amma bilirəm əslində qalanda. Bir dənə götürüb bunu belə eləsəm, medianda 60 dərəcənin qabağındadır ya, bu 90-dadır. Deməli, bu məndə 6 kökdə 3-dür. 6 yox, bir dəqiqə. 3 kökdə 3-dür, düzdür? Deməli, 2-nin 1-ə bölünür deyə, bu əslində 2 kökdə 3-dür. Mənim ağlıma bu gəlmir, bu 3-ü burada görürəm, deyə qarışdırıram. Bu 2 kökdə 3-dür, burada da məndə 2 var. Bu da 90 dərəcədir. Onda bu 30 dərəcəymiş də, bu da 60 dərəcəymiş ki, bu bunun kökdə 3 qatıdır. Deməli, bu da 4 imiş də uzunluğu, düzdür? Da. Hə də. Ya da elə kvadrat girmək də olar. Mən burada 3 yazmışam deyə elə biləm bunun uzunluğuna yazmışam bayaqdan. Gəldik bura. Söhbət fırlatma cəhdləri. Deyir ki, müstəvinin kəsməyən. Deməli, bir dənə müstəvin var. Bunun kəsməyən parçanın ucları, bu deyir ki, buradan 5-dir, buradan 15-dir məsafə. 15-dir, bu da 5. Buradan belə bir şey atsam, onda. Burada da 5 qalır, burada 10 qalacaq da, düzdür? Deyir ki, proyeksiya 24-dür. 24-dürsə burada da 24 var. Bu şey də 5, 12, 13 bucağı da, bu da 26-dır. Mənə nə deyir? Parçanın uzunluğunu tapın, 26-dır qutaraq. Düz yazdım görəm. Məncə düzdür. Da. Çünki kvadratı bir də görsən səhv tapır. Məndə xassiyyət çoxdur. Gəlirik bura. Funksiyanın uyğunluğunu müəyyən edin. Əsas dövr. Kosinusdan söhbət gedir. Deməli, deyək ki, bu hansısa bir dəyəri alıb da, hansısa bir dəyərdən söhbət gedir də, gələ düşünməyə çalışaq. Kosinusda deyək ki, burada da ala bilir bu, bunu burada da ala bilir. Yəni, eyni bir dəyər üçün onda avtomatik plus minus alfa üstə gəlinmiş, bizdə 2 pika yazırıq da, düzdür? Çünki fırlanıb bir də bunu burada görə bilərəm. 2 pikadsa 3-ə böləndə 2 bölmüş 3 pi, mənim əsas dövrüm qalır da burada, düzdür? Yoxlanacaq da bu. Var, C variant. Əsəbləşmə, sən o problemlərin var ya. İndi bizdən söhbət gedən uyğunluğu müəyyən edin. Qiymətlər çoxluğu budur da, -1 budur. Bu başqasına gedirmi? Bu kvadratdır. Tangensdə mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Bu olacaq 0 bu. Birinci bunları yazaq, bu da hadları. Qiymətlər çoxluğunu tapmaq asan bunlar getdi. İndi bu da gedir. Bu ikisinin arasında qalacaq. Tangens x-də, onsuz da tangensdə bilirik ki, dəyəri bir burada alır, bir burada alır da. Belə fırlanmaq üçün pika lazımdır ona. Əsas dövrü onda olunub pi olur. Əsas dövrü pi-dirsə də bu a-dır da. A bura gəldi. Sinusda. Onda da olur. Yox, onun mənfisi müsbət söhbəti itirdi orada müəyyən qədər. Məsələn, burada alıbsa bu dəyəri, düzdür? Burada alıb da deyək, bu fərq eləmir. Bir də bunun aldığı burada var axı, eyni şey. Avtomatik olaraq burada pika ilə gəlir də. Onda belə çıxır ki, bir də 3-ə bölməliyəm. Yəni, nəsə alfa nədirsə də, həmin alfanı burada da görsək problem yoxdur. Yəni, burada da gətirim, onun problemi yoxdur. Onda olacaq, bizdə bir dəqiqə yazmağa çalışırım onu. Məndə plus minus alfa üstə gəlmiş pika eləyir. O pi-ni də 3-ə böləndə məndə neçə eləyir? Pi bölmüş 3 eləyir də, düz B variantı. Burada başqa işdən qalmadı, onsuz da yəqin ki. Bunlar asan deyə, bir də görsən, düşür, qəbula sualları düşür, o bucaqları yoxdur, məsəl üçün də,
-1 üstünə k-larla olan vəziyyətləri də. Mən bilən o yığışdırılıb. Məsələn, bunlar çox asandır. Trigonometriyada eyni suallar var ki, topluda. Əməlli başlı əzbərləməmisənsə vaxt istəyir həll eləmək. Ya bura baxmağa çalışaq. Bu deyib bu kvadratdır. Kvadratsa buna alfa desəm avtomatik bu beta olur. Bu 90 dərəcədir, özü verir. Onda bu da məndə alfadır. Bu 90 dərəcədirsə də bu da məndə betadır. Bu adsa, bu adsa, bu onda 2-adır. Onda bu uzunluq kökdə 5-adır. Məndən nə istəyir ümumiyyətcə? Kosinus alfanı deyir. Kosinus alfa. Onda 2 bölünmüş kökdə 5. Bu da öyle. Bir dəqiqə, kosinus alfa. Alfa, bir dəqiqə. Alfa bucağı, mən alfanı elə tap-tap yazdım. Alfa bucağı hardadır? Kitaba baxın, bu alfanı özü verib, onu da belə çıxır. Alfa ilə beta yerlərini dəyişdirirsiniz. Harda scrap eləmişəm ki? Alfa ilə betanın yerini niyə dəyişməliyəm? Gözlər. C, B, H. Hə, bir dənə nana. Deməli, 1 bölünmüş kökdə 5-dir. Şokta. Sözümə fikirləşdim ki, mən alfanı adlandırmışam. Bu düzgün deyil axı. Əgər bu alfa bucağını istəyirsə, kosinusda başa düşdün nə demək istəyirəm? Mən adlandırmışamsa bu nə bilir də mən nə adlandırmışam onu. Mən tiqanda onu düşünməyə çalışıram ki, bu adam bilir mən bu qədər ağıllıyam. Deyir tərəfləri maraqlıdır. Necə? 3D fiquralar daha maraqlıdır. Hə. Deyir, tərəfləri olan düzbucaqlının müstəvisinə aid olmayan nöqtə onun bütün təpələrindən, onda belə çıxır ki, piramidadır da, bu düzgün piramidadır özü, düzdür? Düzgün deyəndə ki, düzgün deyil aşağısı, yəni piramidadır da ortanın üstünə düşüb. Onda bu belə bir şey alınacaq. Bunu ki, poliped kimi çəkək ki, daha yaxşı görünsün. Burada olsun. Buna baxanda hiss edirsən ki, çox dəhşətli bir piramida çəkdim. Hiss elədi nə orada? Giza. Gizanı çəkdim, orada Misirlər mənə görsə gülləliyər də bu dəqiqə. Ölüm hökmünün verilməsi. Deməli, bunu çəkəndə buradan sonra yarı-yarıya qoyulmuş bir vəziyyət əmələ gəlir də, düzdür? Buradan bura qədər vəziyyətdə bu 6 olur, bu da 8 olur, onda bu 10-dur, düzdürmü? Çünki bütün təpələri eynicə düz mərkəzdədir də. Bu düz mərkəzdədirsə bütün tərəflərin yarı-yarıya məsafəsi var. Buradan bura 6-dırsa, buradan bura da 6 məsafədə olmalıdır da. Bu 10-u tapdım, bu 90 dərəcədir, burada da h-dır. Deyir ki, bütün nöqtələrindən həmin nöqtədən düzbucağlının müstəvisinə qədər olan məsafəni tapın. Düzbucağın, bir dəqiqə, məndən nə istəyir? Müstəvisi h istəyirdi onda. Onda bu da 15 idisə də, qardaş bunu gəl hesabla da. Onda 125 çıx 64, düzmü yazdım? Yox, 100 çıx. Ha, bu 6 burada. Bax, deyirəm nəsə, mən yazdığım şeyləri qarışdırıram. Şəkli pis çəkirəm, sonra özüm tuta bilmirəm ki, nəyin üstündə işləyirəm. 125 də 5-in kubu deyil, 5 kökdə 5-dir onda. Düz yazdım. Ona görə uşaqlardan həmişə tələb edirəm ki, səlqəli yazsınlar, sonra oxuya bilməm özümdə. Öz yazdığımı oxuya bilməm deyə bunu da oxuya bilməm sonra. Ya buna baxaraq. Daha demişdim, mən həndəsədən zəifəm. Ona görə belə şeylər görəndə trigonometriyadan girəcəm mən. Buna var bir dənə. 15 dərəcəni gördümsə, mənim beynimdə nə var? Əzbərə bilir axı bunları, düzdür? O 2 yerə bölmək. Mən bunu şey eləmişdim. Belə 45 eləmişdim. Sonra 15-30. Yox, yavaş-yavaş baxaq da. Mənə nə deyir burada? Deyir ki, iti bucağı 15 dərəcə olan üçbucağın bunun bölünməsində mən daha rahat belə bölürəm. Mənə daha rahat gəlir bunu. 15 dərəcə bölsəm, bu da 30 dərəcə qalmır. Daha da eyni. Bu A-dırsa da bu avtomatik 2A-dır. Onda bu A kökdə 3-dür. Bu da 2A-dır. Avtomatik olaraq buradakı məsafə A-nı çıxardanda A üstü gəlmiş kökdə 3. Düzdür? Nəsə də belə bir şey. Bu da məndə C tərəfi olsun. Buna da ümumilikdə bir B tərəfi deyək, nə deyirsiniz? Bizə deyir ki, düzbucaqlı üçbucağın sahəsinin olduğunu isbat etmək lazımdır. Easy peasy-də S bərabərdir 1 bölünmüş AB-dir. Orada mən nəyi tapıram? 1 bölünmüş A kvadratı üstə gəlmiş kökdə 3. Bunu tapdım da. Bir də isbat etmək lazım ki, bu münasibətini yazmalıyıq. C-nin kvadratı bərabərdir A-nın kvadratı üstə gəlmiş A-nın kvadratı.
Deməli, burada eləyəcək 7 üstə gəlinmiş 4 kökdə 3. Bu da bunun içərisinə girəndə a kvadratı 8 üstə gəlinmiş 4 kökdə 3. 4-də çıxardanda a-nın kvadratı 2 üstə gəlmiş kökdə 3. Düz yazıram. Onda buradan alınır ki, a-nın kvadratı 2 üstə gəlmiş kökdə 3 bərabərdir s kvadratı bölünmüş 4. Burada da yerinə qoyanda 1 bölünmüş 2 olmuş s kvadratı bölünmüş 4. O da bərabər s kvadratı bölünmüş 8. Belə tapmışdın sən də. Hı hı. Bunu elə Deyirəm. siz öyrətmişdiniz. Orada bilinən üçbucaqlardan girmək lazımdır ki, daha rahat olsun. Mən məsələn fikir vermisəm bilmirəm, o düsturların çoxunu əzbər bilmirəm. Üçbucaq çəkirəm, içərisindən təzədən gətirməyə çalışıram, bildiyim yerdən girirəm. Onsuz da ki, 2 qat arqument zadı olanda alfa, nə bilim 2 alfa 3 alfaya qalxır da. O 90% onun cavabı çıxıbsa, deməli bilinən bir bucağa gəlib də nətərsə də. Sinus 40-dan nətər 7 alıb da məsələn cavabı, məntiqdən düşündür, düzdür? Anlamadım nə deyirsiniz. Bax, məsələn, belə bir şey deyim də. Məsələn, mənə hansısa sualı verir, deyir ki, sinus 40 dərəcə nə bilim, nə, belə bir şey gedir də. Avtomatik bir üçbucaq çəkirəm, sinus 40-ı bunun içərisinə yazıram bir yerə. Sonra o birindən verdiyi materiallarla oxşarlıq eləyə bilirəmsə, nə bilim, buradan atıram, oradan atıram. İçərdən gətirməyə çalışıram ki, oradan bəlkə tutdum, təzədən bunun yerinə qoydum. Çünki, məsəl üçün, variantlara baxıram ki, bu artla qalmayıb da, ifadə eləyə bilirəm, nə demək istəyirəm. Belə çıxır ki, içəridə elə bir bucağa gəlib çıxıb ki, bilinən bir bucaqdır. Nə bilim 30 dərəcədə, 60 dərəcədə, 40 dərəcədə, nəsə də bildiyim bir şeydir o. Bildim nə edir. Deməli, mən burada ayıra biləcəyim. Məsələn, burada 50 dərəcə deyilmi? Bunu da hesablamaq olur əslində qalanda. Məsələn, buradan biz götürüb belə 40 dərəcəni ayırmaq istəsəydik, burada 10 dərəcə qalacaqdı. 10 dərəcə qalanda burada 80 dərəcə qalır. O 80-in içərisindən də böləndə 40-40-a. Bura ilə əlaqələndirib tapmaq olur. Məsələn, 40 dərəcəni mən elə tapıram. Amma cəmaət 40 dərəcəni tapmaq üçün nədən istifadə edir? 3 qat bucaq arqument düsturu var ya bizdə. 3 qat da var, 3 qatı da. 6 qat da var ha. 3 qatı mən şeydir. Orada nətər idi ayol? Gərək onu yazaq isbat eləyək. 3 qatı belə hesablayıram da mən normalda. Götürüb belə eləyirəm. Sinus 2 alfa üstə gəlmiş alfanı yazıram. Bunu açıram. Sonra buradan alınanı bir də təzədən açıram. Məsələn, bunu açsaydıq bizdə nə qalardı ki? Sinus 2 alfa, bizdə kosinus alfa, üstə gəlmiş, kosinus 2 alfa, sinus alfa eləmir bu? Bir dəqiqə, kosinus 2 alfa, sinus alfa. İndi sinus 2 alfanın açılışını mən bilirəm axı. Sinus 2 alfa nədir bizdə? 2, sinus alfa, kosinus kvadrat alfa eləyir də, düzdür? Daha. Kosinus kvadratının açılışını da bilirik axı biz. Ona kosinus kvadratın üstə. Kosinus 2 alfanın açılışları bizdə nələrdir? Kosinus 2 alfa. Kosinusun kvadratı çıxılmış sinusun kvadratıdır da, düzdür? Hansını istəyirsən, nə bilim, birlə zadla elə, nə bilim, bunu belə elə. Kosinus kvadratı çıxılmış 1 ya da nə bilim, 1 çıxılmış sinus kvadratı. Hansını istəyirsən yazın. Götürürsən birində, onun hamısı bir-birinə keçid eləyə bilir. Sən hansı sərf eləyirsən, onu yazırsan. Məsələn, üstə gəlmiş, sinus alfa vurulması ilə deyilmi? Bu da eləyəcək bizdə. Normalda mən belə yazıram. Kosinus kvadratı sinus alfa, buradan bir oxşarlıq çıxartmağa çalışıram. Çıxılmış sinusun kubu. Üstü qutardı. Bu qədər. Buymuş. Bu qədər. Bu qədər bəsit də. Onu götürürlər, 3 qatı belə gətirməyə çalışırlar. O da uzun-uzun bir şey gedir. Nə mən hesablaya bilməm. Məsələn, bəzi bucaqlarda lazım olur da. Sinus 18 dərəcənin hesablanması yoxdur. Bunu götürürlər, nə bilim 5 vurmuş 90 zad yazıb hesablayan var da, bir də görsən. Üç bucağın içindən amma çıxır 72 dərəcəyini ayıranda. Bir dəqiqə, 72 nə yoxdur? 72 olanda təpə bucağın, bir dəqiqə. Təpə bucağın mənim 36 olmalıdır, 72 olsun deyə. Düzdür? Bunun içərisində dərslə qalma 18 dərəcə. Düzdürmü? Üstüdə qutardı. 18 buradadır, 18 axırda eləyirsən də. Gətirəndə o, məsələn, buradan bir dənə belə bir şey atsam, buradan belə bir şey atsam. Deyək ki, buradan da bir 36 dərəcəni ayırım. Burada 72 qalmır. Bildin nə? Onda bu tərəfə x deyim. Avtomatik bu tərəfdə x olur.
olur. Əla. Ya bu tərəfə başdan y deyək. Amma bir dənə də söhbət var. Bu da 36 dərəcədir, bu da 36 deyə. 36 deyə bu da x-dir. Onda bu içəridə qalan hissə mənim y çıxılmış x-dir. Buranı dərk edə bildin nə fərq etdik? Okey də. Buradan da çıxır. Oxşarlıqdan biz nə deyə bilirik ki? 36, bu üçbucaqla bu böyüklə gedir. 36-nın qabağı x-dir. O biri 36-nın qabağı y çıxılmış x-dir. Bərabərdir. Bu böyükdə 72-nin qabağı y-dir. İndi bunun içərisində 72-nin qabağı x-dir. Buradan tapırsan ki, x-in kvadratı bərabərdir. Y-in kvadratı çıxılmış x-y. Düz yazdım mı bunları? Bunları da. Pişir də. Bunu normalda vahidlə götürürlər ki, y-i də 1-ə bərabər eləyirlər. Y-i 1-ə bərabər eləyə bilərəm də bu üçbucağın içərisində, düzdür? X-in kvadratı bərabər 1 çıxılmış x qalır. Buradan da tənliyə eləyir. Çünki y-ilə saxlayanda biraz çətin olur. Üçbucaqdan onsuz da bilirsən də, nisbətlərlə getdiyinə görə 1 üçün ödənirsə, onsuz da 1-in y qatında da ödənir avtomatik olaraq. Ya da fərqli yaxınlaşmalarla da eləmək olar, amma bir fərqi yoxdur. Sən bunu eləyəndən sonra nə demək istəmir? Bir dənə başa düşək, ondan sonra gedərik. Bunu mən belə endirsəm, bərabər yanlıq deyə, burada aşağıda x bölünmüş 2 qalacaq. Burada 18 dərəcə qalacaq, burada 72 dərəcə qalacaq, burada 90 dərəcə qalacaq. Bu həll oluna bilən bir şeydir də, bu ifadə edə bilirəm. Burada da bu 1-dir. Yəni mənim bu vəziyyətdə 18 sinüsun məndə 18 dərəcəsi nəyə bərabərdir əslində qalanda? X bölünmüş 2-yə bərabərdir. Razıyıq? Okeydir. Kosinüsü nəyə bərabərdir 18 dərəcənin? Bu da ki, bu nədirsə də odur da. Yəni avtomatik olaraq bunu hesablayandan sonra gələcək bir nəticədir. Onu mən bilməm bu dəqiqədə ki. Mən əzbərimdə deyil bu. Həmişə hesablayıram. Məsələn, imtahana düşüb də hesablayaram. Əzbərimdə qalmır bunların heç biri. Məsələn, burada nə cür olmalıdır bizdəki? Bu olmalıdır 1 çıxsın deyə. 1 üstə gəlinmiş, bir dəqiqə, 1 çıxılmış, x kvadratı bölünmüş 4-dür də bu. Belə bir şeydir nədirsə də. Avtomatik olaraq bu belə olur ki, deməli, bunu buna böləndə elə bu qalır. 1 çıxılmış x kvadratı bölünmüşdür. Onsuz da bunu 1 çıxılmış kvadratı ilə də həmin üstü də gəlir də burada. Sən belə elədin. Bunun sinusu avtomatik olaraq buna bərabərdir. Sinus 72-si. Bunun kosinus 72-si də buna bərabərdir. Bunu hesablayanda fikir versən şeyə oxşuyur. Bu da fi-ni verir axı əslində qalanda bizdə. Golden ratio-nu. Və əslində qalanda fi bölünmüş 2-dir. İzah eləyə bilmədim? Yox. Golden ratio nədir bizdə? Bax, gözlə bunu. Fibonacci işləməmisən sən? Spiral. Orada da var da bu Fibonacci'də. Golden ratio. Bununla əlaqəli bir şey çıxacaq. Bir dəqiqə. Ola bilər ki, tam golden ratio çıxmasın. Atıb tutmayayım. Hə, yox, tam çıxmayacaq bu. Bu mənfi ilə də o müsbətlədir. Bu tam çıxmayacaq. Bunun o konkurenti çıxacaq avtomatik olaraq. Yox, bu özü alınmayacaq. Biz amma oxşar bir şey çıxacaq buradan. Oxşar bir şey çıxacaq. Gəl bunu yoxlayaq. Yaxın bir şey çıxacaq elə bir ki. Bizdə bunu eləyəndə DC nəyə bərabər olacaq? BC müsbətdir 1-dir. Bu gələndə mənfi olur. Üstə gəlmiş 4 bərabər kökdə 5 elədimi buradan? Orada alacağımız nədir? X1-imiz. X1-imiz bizdə eləyir. Bu da gələndə müsbətdir. Bu mənfi 1 eləyir. Avtomatik olaraq bunun mənfisi olmur, müsbət olacaq. Çıxılmış bu, bölünmüş 2. Düzdür? Əla. Bizdə golden ratio-nun dəyəri neçədir? Bunun elə bir ki, konkurent vəziyyətidir də. İfadə eləyə bilirəm. Mənfisidir bunun əslinə qalanda. And budur. Yəni bunun 2 dənə dəyəri var. Bunun bir dəyərinin mənfi vəziyyətidir əslində. Golden ratio-nun mənfi dəyəri. Bu mənfiyə vur bir dənə ifadə eləyə bilirəm. Nə demək istəyirəm? Ha, bu ikinci nələ plusu? Hətta bunun elə bir ki, obisidir. Bunun 2 dənə dəyəri var kvadratikdən. Buradan da belə gəlir. İndi sözümün canı nədir? Bunu birbaşa belə də hesablamaq olur da. Bunu götürürük, bura qoyuruq. Oradan eləyəndə belə bir şey qalır da. Kökdə 5 çıxılmış 1 bölünmüşdür.
Bunu elə belə buradan hesablayaq. Məsəl üçün də bu neçə edir bizdə? SQRT 5 çıx 1 bir dəqiqə. SQRT 5 çıx 1 bölünmüş 4. Neçə eləyir burada? 0 nə bilim neçə. Düzdür? İndi mən bunu şeydə hesablamaq istəsəm, sinus 12 dərəcəni, sinus 18 dərəcə. 12 də təxmini belə hesablanır. Sinus radianla verir, yoxsa görən nə ilə verəcək bu internetdə? Well, bu da bunu görsən. Ha. Bunun bu uzun variantı da buradadır. Bax, bura fikir ver. 1.69 nə qədər uzarsan uza da indi dəyər. Qəşəng. Bu qəribə bir şey. Çox qəribə bir şeydir ki, yəni Golden Ratio buradan çıxmağı, mənim xoşuma gələn budur. Result calculator, nə bilim, nə. Bunda yəqin ki, daha yaxşı isbatları var, bilməm. Yəni, ən az mən belə edirəm, mənə daha rahat gəlir bu. Gətirirsən, götürürsən. Nəsə sualın var Alara? Yox, məncə. Xoş oldu. Saata bir dənə baxaq. Gecə bala, get yat. Hələlik. Пока. Спасибо. Пока. Sənə də təşəkkür.